Bugünkü webinarımızın qonağı 5 kitab müəllifi, yazıcı Elvin Aslanovdur və bugünkü mövzumuz isə daxili rahatlıq və psixoloji balans mənəviyyatı əsasından yanaşmadır. Buyurun Elvin bəy, söz sizə veririk. Həm özünüz haqqında qısaca məlumat verin, həm də webinarımıza başlayaq. Elvin bəy, buradasınız? Elvin bəy. Elvin bəyin Zoom'unda problem var, indi həll eləsin, aramıza dönür. Aydan xanım eşidə bilirik. Bəli, salam, xoş gördük Elvin bəy. Salam Aydan xanım, xoş gördük. Bağışlayın, hər kəsdən də üzr istəyirik ki, bir balaca yanlışlıq oldu. Narahat olmayın Elvin bəy. Mən sizə təqdim elədim, amma istəyirəm yenidən təqdim eləyim. Bugünkü webinarımızın qonağı yazıcı Elvin Aslanovdur və mövzumuzun adı daxili rahatlıq və psixoloji balans mənəviyyatı əsasından yanaşmadır. Elvin bəy həm də 5 kitab müəllifidir. Ən son Sönməyən Qisas kitabı da bir neçə gün bundan öncə işığınızı görüb və artıq tamaşaçılar, kitab oxucularına təqdim olunub. Buyurun Elvin bəy, həm özünüz haqqında məlumat verin, həm də mövzumuza keçid eləyək. Təşəkkür edirəm bir daha Aydan xanım. Siz gözəl də izah verdiniz. Mənim əlavə danışmağa ehtiyac duymuram və qeyd elədiyiniz kimi 5 kitabımız var. Hal-hazırda sonuncu Sönməyən Qisas adlı romanımız da işıq üzü gördü. Ümid edirəm ki, bizi izləyən hər kəs də bu kitab haqqında maraqlanar və oxumağa təşviq olunarlar. Minnətdaram hər kəsə. Yazıçılıq sahəsində də çalışırıq ki, cəmiyyətimizə fayda verək. Mövzu haqqında da danışaq. Qeyd elədiyiniz kimi, yəni mənəviyyat zaten köklü şəkildə insanın varoluşundan başlayır. İnsan varsa, onun kökündə mütləq ki, mənəviyyat olmalıdır. Çünki bu, həyatın quruluşu belədir ki, mənəviyyatsız qeyri-mümkündür ki, həyatda hər hansısa bir uğur qazanmaq davamlı olsun. Çünki müəyyən mənada insanın həyatda qazandığı bütün uğurların kökündə mənəvi dayağı, mənəvi əsası olmalıdır. Və bu əsaslandırma, mənəvi dayaq ki varsa, insan onu qoruyub saxlaya da bilir. Çünki özünü nizamlaya bilir bu mənəviyyat əsasında və qazandığı uğur da onun üçün bir növ böyüklük qazandırır. Bizim, məsəl üçün, əsasən iştirak elədiyimiz bütün mövzular və həyatda tapmaq istədiyimiz
önəmli məsələlər budur ki, insanlar çalışırlar ki, məxsusən gənclər hər işlərində bir uğura addım atsınlar. Tamam, biz uğuru sevirik, amma uğur üçün də bir mənəvi kök lazımdır ki, ona bağlansın və onu mənəviyyatı ilə qoruyub saxlaya bilsin. Axı biz bir uğur qazanırıqsa, o uğur tək bizim özümüzə aid deyil. Bugün bizim və yaxud da sizin qazandığınız uğur eynən cəmiyyətin qazandığı uğurdur. Hər bir kəsin. Sadəcə bir insan, bir fərd varsa, o fərd artıq görüntüdür. Yəni uğur görüntü şəklində misal üçün Aydan xanımdadır, amma ümumiyyətlə bütün cəmiyyətin uğurudur. Bu tərəfdən, bu səpkidən baxanda görürsən ki, mənəviyyatın qeyri-mümkündür, yəni həyatı formalaşdırmaq. Həyatda biz öz mənəviyyatımızı qorumaqdan ötürü mütləq ki, davamlı olaraq həyatın gedişatını və prosesi izləməliyik. Çünki həyatın hər bir gedişatı, çətinliyi, sıxıntısı belə insanı uğura doğru aparmaqla fəaliyyətdədir. Davamlı insan uğur istəyirsə, həyatı çətinliklərlə birgə, belə deyək ki, məcazi mənada deyək, yeməlidir. Yəni biz ruhumuzu taraz saxlamaqdan ötürü çətinliklərdən qaçmalı deyilik, bir növ ola çətinliyə vurğun olmalıyıq. Əgər ki, insan həyatda Allah ona bir çətinlik verirsə, bu çətinliyinə görə əslində insan şükür eləməlidir ki, daxili potensialını üzə çıxarmaqdan ötürü onun çiyninə bir vəzifə qoyulub, bir məsuliyyət qoyulub və hiss eləməlisən ki, sənin bu məsuliyyətin səni böyüdəcək. Bu əslində səni əzməkdən ötürü gəlməyib. Bu səni kiçiltməkdən ötürü gəlməyib. Bunun gəlişinin bir məqsədi var ki, sən ruhən böyüyəsən və dərrakən artsın. Biz belə bir aforizm yazmışdıq bu sahədə ki, əgər həyatda sıxıntılar və çətinliklər olmasaydı, insanın ağıllı olması şübhə altında qalardı. Nə eləsək də biz heç zaman ağlımızı bir şeylə artıra bilməzdik. Mütləq ki, insan həyatda bir sıxıntı, bir çətinlik görməlidir ki, doğrudan da onun ağlı, dərrakəsi yüksələ bilsin. Elm və təhsil insana bir yerə qədər kömək edir. Allah ümumiyyətlə bir şey istəyir insandan, davamlı şəkildə düşünməyi. Yəni düşüncə varsa, insan artıq varlığını hiss eləyir. O qədim bir mütəfəkkirlərdən birinin sözü idi. Yadımdan çıxıb hansı filosofun sözü idi. Deyirdi ki, mən düşünürəmsə, demək ki, varam. Çünki buna indi fərqli baxış tərzindən də baxırlar, amma məsələnin kökündə bu dayanır ki, təfəkkür və düşüncə insanın özünü tanımasına məxsusi xidmət göstərir. Çünki mən düşünürəmsə, demək ki, varlığımı heç zaman itirməyə bir əsasım olmayacaq. Davamlı şəkildə bizdən də tələb olunan bu həyatın gedişatı düşünməkdir, təfəkkürdür. Həyat, bir dəfə qeyd eləmişdim yazılarımda, sadə bir qayda əsasında formalaşır. Yəni, o səni çox sevindirmir, çox da düşündürür. İnsanın başına gələn hər bir hadisə insanın düşünməyindən ötürüdür, nəinki sevinməyindən ötürü. Sevincimizin bir həddi bir nöqtəyə qədərdir, amma düşüncə isə əbədidir. Yəni, təfəkkür varsa, sən artıq hər bir şeydən həyatda nicat tapmış olursan. Bu nicatımız bizə çox şeyləri bəxş edir. Və xüsusi olaraq mən ümumiyyətlə heç kəsə nəsihət vermək səlahiyyətində deyiləm, amma ən əsası budur ki, hər bir insan düşünsə, doğrudan da özünü tapmış olacaq. Təfəkkür özünü tapmağa xidmətdir. İnsan ki, özünü tapdısa, inanın ki, nəsə itirsə də o onu incitməyəcək, ağrıtmayacaq. Çünki varlığını artıq hiss eləyə bilir, duya bilirsə, onun artıq, elə deyək ki, həyatdakı qazanacaq hər bir uğuruna ən böyük xidmətdir. Amma belədir həyatın gedişatı. Aydan xanım, buradasınız? Bəli, bəli, buradayım. Əlavə eləyək nəsə, yəni sual qalıbsa? Siz mövzunu istəyirsiniz biraz davam elətdirin. Suallar yazıldıqca mən sualları oxuyacağım. Aha. Yenə davam eləyirik mövzunu. Bir Avropa mütəfəkkiri idi, səhv eləmirəmsə, belə bir sözü var idi. Deyirdi ki, biz hər bir insanın həyatına elədiyi səhvlərindən dərs çıxartmalıyıq. Amma özümüzün bütün səhvləri eləməyə vaxtımız yoxdur. Yəni, xülasəsi nədən ibarətdir? Biz bir insanın ki, səhvini qiymətləndirməyi də bacarmalıyıq.
Çünki ortada səhvin qiyməti varsa, insanın özünü tarazlaşdırma gücü də var. İnsan özünü nizamlaya bilir. Bəzən səhvlərin əsasında. Bizim həyatda səhvlərimiz itkiyə getmir. Çünki dərs öyrənə biliriksə, o səhvlər heç zaman itki olmur. Əslində bir belə deyək ki, yol olur, mənəvi yol olur insanın həyatı üçün, gedişatı üçün. Və bu əsasda mən düşünürəm ki, heç bir insanı da etdiyi səhvinə görə də qınamaq olmaz. Çünki bir insanı ki, biz səhvlərinə görə qınayırıqsa və o insandan çox şey almış oluruq. O insanı artıq özünə qarşı inamsızlıq formalaşdırırıq. İnsan özünə qarşı inamsız olur. Biz onun səhvlərini qiymətləndirməyi bacarmalıyıq. İnsan təbii ki, heç bir insan da səhvsiz deyil, hamı da səhvlərlə üzləşir, qarşılaşır. Əslində həyat da bizi səhvlərimizə doğru aparır ki, özümüzə qarşı nizam verməyi bacara bilək. Ehtiyac yoxdur kənardan bizi kimsə səhvlərimizə görə də qınasın. Və tövsiyə olunan ən böyük məsələlərdən biri də budur ki, insan özünü danlamağı da bacarmalıdır. Çünki danlaq ən gözəl tərbiyədir. Başqasından yox, özümüzdən. Özümüzdən başlasaq, özümüzü danlaya bilsək yaxşı mənada və bu bizdə bir, belə deyək ki, zehnimizi də aktivləşdirəcək. Çünki insan həyatda addım atarkən qorxmalıdır, ehtiyatla yaşamalıdır. Belə də deyil ki, rahat şəkildə yaşayırıq, hər nə gəldi danışırıq, belə də deyil. Əgər rahat yaşamaq istəyiriksə, çox ehtiyatla yaşamalıyıq. Ehtiyatın da gücü budur ki, ömür sərfiyyatı ki, bizə bəxş olunub, onun hər saniyəsini kimə və nəyə xərclədiyimizi bilməliyik. Biz şəxsiyyətli insanlara bağlı olmalıyıq. Çünki şəxsiyyətli insanlara bağlı olduqca, insan özü də ona bənzəməyə çalışır. Yəni, şəxsiyyətləşir. Deyirlər ki, hərdən, məsəl üçün, indi bizim cəmiyyətimizdə təəssüf ki, ailə məsələləri çox, belə deyək ki, üzücü bir vəziyyətə gəlib çatıb. Ailə problemləri artıq böyüyüb və boşanmaların sayı da günü-gündən artır. Kökündə nə dayanır? Kökündə bəzən düz deyirlər ki, müəyyən səbəblər gətirirlər, indi sosial şəbəkələr olsun, filan olsun. Amma bütün bunların kökünə varsaq, kökünə baxsaq, ruhda bir boşluq var ki, o boşluğu insan doğrudan da ailə qurarkən də doldura bilmir. Təəssüflər olsun. Əvvəlindən yanaşmaq lazımdır. Mən bir dəfə bir çıxışda qeyd elədim ki, əgər bir gənc, bir ailə qururlarsa və bu ailələrin formalaşmasından ötürü nə etmək lazımdır? Valideyn, keçən dəfə çıxışda qeyd elədim, valideynin əsas xüsusiyyəti budur ki, övladının ağlını yetişdirə bilir, amma qəlbini yetişdirməyi bacarmır valideyn. Çünki ağıl yetişdisə kifayət eləyir. Bundan sonraki prosesdə ki, övlad ailə qurursa, qəlb artıq orada böyüməyə başlayır. Ürəyin böyümə funksiyası orada formalaşır. Çünki bir-biri ilə mübarizə aparıb böyüməyə doğru can atırlar. Bunlarda mübarizə yoxdursa, əlbəttə ailələrdə mübarizə olmasa, heç zaman o ailə sona qədər tab gətirməyəcək. Mütləq ki, bir yerdə zərbə alacaqlar. Hər ikisi də bir-birindən zərbə alacaqlar. Mən ailə qururamsa, mənim məqsədim, hədəfim bu olmalıdır ki, mən tərbiyə almalıyam, ailəmdən tərbiyə almalıyam, eyni şəkildə. Burada əskiklik deyil, əksinə bu sənin xanımındırsa, sən o xanımdan tərbiyə almalısan. Xanım da eyni həddə yanaşmalıdır, yəni həyat yoldaşından tərbiyə almalıdır. Və bu tərbiyyənin əsasında doğrudan da qəlblər böyüyür. Qəlblər böyüyür. Kənar nöqtədə bunların hər hansı bir səhvə, xətaya yol verməsi mümkünsüz görünür. Ona görə də deyir ki, eşq ailənin sərmayəsidir, ailəni böyüdən bir təməldir. Eşqə necə yanaşmaq lazımdır? Mən demişəm, eşqin bir xüsusiyyəti, bir əlaməti budur ki, insanı tərbiyələndirir, insana tərbiyə verməlidir. Mən əgər, məsəl üçün, bir insan, bir gənc, bir xanımı sevirsə doğrudan, sevgidən öncə özünü paklamağı da bacarmalıdır. Çünki eşq elə bir müqəddəs dəyərdir ki, onu Allah hər kəsin qəlbinə rahat şəkildə vermir. Bizim əslində eşqə yanaşdığımız məsələ budur ki, çox gənclər elə düşünürlər ki, sevirlər, amma inanın dərinliyindən baxanda sevgidən əsər əlamət görünmür. Onların gördüyü sadəcə ilğımı suya bənzətməkdir. Yaxınlaşır, yaxınlaşır, elə düşünür ki, sudur, amma görür ki, ilğımdan başqa da bir şey deyil. Nə üçün bu təsəvvür yaranır? Çünki özünü tərbiyə metodu yoxdur, özünü tərbiyə eləyə bilmir. Üslub yoxdur, öz həyatını nizamlaya bilmir, öz həyatında yarımçıq qaldığı məsələlər var ki, onların hamısı köklü şəkildə gəlir və insanı yorur artıq.
İnsan yorulur. Həyatımızda belə bir düstur deyim, üzr istəyirəm hər kəsdən. Yəni yarımçıq qaldığınız hər hansısa bir məsələniz varsa, o məsələni tamamlayın. Sizə mümkündür ki, o məsələ xırda görünsün, amma o xırda da deyil. Sizdən tələb olunan ən böyük məsuliyyətdir. Onu ki, yerinə yetirəcəksiniz, o artıq sizi formalaşdıracaq. O artıq, məsəl üçün, mən hər hansısa bir işimi yarımçıq qoymuramsa, onu tam olaraq bütövləşdirirəmsə, bu artıq mənim tərbiyəmdir. Özümdən ala biləcəyim ən böyük ali tərbiyədir. Bundan böyük mən başqa bir şey də görmürəm. Ona görə bayaqki məsələyə qayıdıram ki, insan sevmədən öncə özünü hər bir günahdan, hər bir çirkabdan təmizləməlidir ki, eşq rahat şəkildə sənin ürəyinə otura bilsin. İnsan ki, eşqi ki, qəbul elədi, rahat şəkildə ürəyinə oturdu eşq, ondan sonra həyatın çətinliklərini də rahat şəkildə həzm eləyə biləcək. Axı, çünki mənəviyyatın, belə deyək ki, qapısını aça bilir, baxı. Onu aça bilir və rahat şəkildə bu addımı icra eləyə biləcək. Bizdən tələb olunan da budur. Bizdən çox şey tələb olunmur. İnanın, bəzən özümüzü dar vəziyyətə salırıq. Bəzən özümüzü çox çətin vəziyyətə salırıq və elə də düşünürük ki, bu gedişatla biz nicat tapacağıq. Əsla da elə deyil. İnsan müəyyən qədər özünü razı salmağı heç zaman bacarmır. Heç zaman, heç bir insan özünü razı salmağı bacarmır. Nə qədər eləsə də hiss eləyir ki, daxilində bir boşluq var və onu tamamlamaq lazımdır. Ona görə bayaqki bir ad ki qoymuşuq mövzuya, mənəviyyat insanın özünü rahat şəkildə tamamlama gücüdür, qüvvəsidir. Onun sayəsində Allah insana istiqamət verir və bu istiqamətdə də insan dərk eləyir ki, əslində kimliyini görə bilir. Xoşbəxt insan o insandır ki, doğrudan da öz kimliyini az da olsa, zərrə qədər də olsa tanıya bilib. Yəni, bu həyatda mən özümü zərrə qədər də olsa tanımışamsa, bu mənim ən böyük uğurumdur, ən böyük sevincimdir. Yəni, bir sual da versə, insan özünü heç zaman cavabsız qoymasın. Özünə daim, davamlı şəkildə sual versin. Bəzən ruhumuz darıxır. Biz kənardakı insandan ötürü deyil, ən çox diqqət yetirsək, özümüzdən ötürü darıxırıq. Bizim ehtiyacımız var özümüzə, özümüzlə danışmağa, özümüzü hiss eləməyə, özümüzü dərk eləməyə. Axı, ömür sərmayəsi gedir. Bugün, məsəl üçün, 20 il, 30 il, 40 il yaşamışıq, amma insanlar var ki, özləri haqqında yanlış təsəvvürdədirlər. Çox təəssüflər olsun ki, mən olub ki, yaşlı insanlardan belə həyatın bir mənasını soruşmuşam, amma tam olaraq da mənə izah verə bilməyiblər. Tamam, həyata yanaşmamız müxtəlif ola bilər, müxtəlif cür baxış bucağı ola bilər. Hamısı həyatın cavabıdır. Tamam, amma həyatda heç zaman yaşayırsınızsa, heç zaman şikayət eləməyin. Hər nə də olsa, başınıza nə iş gəlirsə, şikayət eləməyin. Rahat şəkildə qəbul eləyin ki, bu doğrudan da mənim daşıya biləcəyim bir yükdür. Sənə daşıya biləcəyin bir yükü bəxş eləyiblər. Elə həyatın qaydası budur ki, sənə sənin kimliyini tanıtdırsın. Yəni, kimliyin çox mühümdür, çox önəmlidir ki, bunun əsasında sən nizamını qoruya bilirsən. Ruhunu, belə deyək ki, yaxşı mənada doldura bilirsən. Əslində, hər bir insana bir sadə bir sual versək ki, xoşbəxtliyini nədə görür, nədə hiss eləyir, nədə dərk eləyir, müxtəlif cür cavablarla qarşılaşa bilərik. Məsəl üçün, səhərdən axşama kimi sükut etməyi sevən bir insan üçün ən böyük xoşbəxtlik deyil, onun susmasıdır. Çünki o susmağın içində də bir rahatlıq var. Dünən bir qardaşla danışırıq, bir dostla danışırıq. Deyir ki, məsəl üçün, xoşbəxtlik nədir? Deyirəm, bir sadə bir cavab dedim. Dedim, o insan ki, qeybət eləmir, ondan xoşbəxt insan yoxdur. Ən gözəl insan odur, qeybət eləmir. Yəni, heç kimin həyatı mənə maraqlı deyil. Mərkəzdə özüm olmalıyım. Mənim ehtiyacım yoxdur kiminsə həyatını, belə deyək ki, araşdırım, axtarım, nəyinisə tapım, səhvini tapım. Biz başqalarının həyatını araşdırıb, axtarıb, onun eybini üzə çıxaracaq qədər, üzr istəyirəm, cılız olmalı deyilik. Dərin insan olmaq lazımdır. Bu həyat dərinlik istəyir. Yəni, biz dərin olmasaq, bizə heç nə verməyəcəklər. Nə ki, gözləntimiz varsa, özümüzdən olmalıyıq. Özümüz bir dərin quyu olmalıyıq, yaxşı mənada. Yəni, sənin dərinliyin yoxdursa, bu həyat sənə heç nəyi, belə deyək ki, yaxşı bir nəticə verməyəcək. Burada da bizim qazana biləcəyimiz çox şeylər olmalıdır. Yəni, adi bir, sadə bir məsələ deyim, insan bir təbəssüm qazanmaqdan ötürü də
doğrudan da böyük xərt çəkməlidir, böyük zəhmət çəkməlidir. O təbəssüm də bizə havayı verilmir. Yəni insan gülümsəməsindən ötürü də nə qədər zəhmətlər çəkir, əziyyətlər çəkir. Həyat doğrudan da maraqlıdır. İnsan özü maraqsız yanaşır, əhəmiyyətsiz yanaşır. Hər şey gözəldir əksinə. Dəqiq diqqətlə baxdıqda hər bir şey gözəldir. O deyir, bir yarpağın bir ədəbi var. Yarpağın ədəbi nədir? Allahdan icazəsiz öz başına yerə düşmür. Yəni, Eşmişler şimdi burayı. Ahmet. Niye eşmişler burayı? Altyapı mı var? Səsi Ya, bağlayın çox- Bünyad bəy, zəhmət olmasın. Aydan xanım, hər şey Amin. yaxşı. Bəli, bəli, davam edin. Səs açıq qalmışdı. Aha. Aha, nə qeyd eləmək istəyirdi? Bəli, bir ədəb nümunəsi göstərmək lazımdır. Məsələnin kökündə ədəb olmalıdır. İnsanın da ədəbi, xırda bir ədəb doğrudan da böyük nicat qapısı açır bizim həyatımız üçün. Yəni, belə deyək ki, hər gün biz dünyaya gəlməliyik. Hər gün insan özünü yaratmağı bacarmalıdır. Bax, bu gözəllik yaradacaq. Özümüzü yarada biliriksə, bizdən daha xoşbəxt heç kim ola bilməz. Özümüzü yaratmağı bacarmalıyıq. Allah bir dəfə bu fürsəti verdi, bizi doğrudan da kamil insan kimi yaratdı və bu kamilliyi də tələb etməsində haqqı var. Yəni, o kamilliyi bizdən gözləyir. Biz bu kamilliyi heç zaman itirməli deyilik. Əslində, bütün sərfiyyatı onun özünə xərcləməliyik ki, doğrudan da ruhumuz itkiyə getməsin. Bizi qarşıda bir ölüm də gözləyir. Ölüm əslində, bir dəfə demişdim, ölüm şükrü yerinə yetirilməyən neymətdir. Bəlkə də söz kimlərəsə ağır gələr, amma həqiqəti var. Ölüm şükrü yerinə yetirilməyən neymətdir. Çünki ölümün, belə deyək ki, vücudu qorxulu olsa da, amma daxilində böyük bir məktəb var. Daxilində böyük bir məktəb var ki, və bu məktəbin əsasında mən həyatımı heç zaman itkiyə çevirməyə haqqımın olmadığını dərk edirəm. Biz bu əsasda yaşasaq, ondan sonra başa düşəcəyik ki, doğrudan da böyüklüyümüz bizim elə həyat mənbəyimiz idi, həyat qaynağımız idi. Belə yanaşmaq lazımdır həyata. Mən bu şəkildə yanaşmaq və özümə təlqin eləmək ki, mən dərinləşməliyəm. Mən dərinləşmədikcə mənə bu həyatda heç nə, belə deyək ki, qane edici görünməyəcək, heç bir şey. Nə qədər uğur da qazanırsansa, qazan, dərinləşmədikcə sən onu başa düşməyəcəksən. Çünki dərinləşən insan böyük görür, hər şeyi daha dərin görür. İnsanın bir məsəl çəkim, ağlı artdıqca əzabı da artacaq. Bax, bunu da nəzərdən qaçırmasın. Çünki ağıl artdıqca əzabın artması prosesi buna görədir ki, insanın ağlı, düşüncəsi artdıqca gözü açılır və hər şeyi olduğu şəkildə görür. Bizim indi baxdığımız hər bir şeydə bir illüziya var, bir sehirlik var. Biz illüziyaya baxırıq və özümüzə inandırırıq ki, bu belədir. Amma daha dərindən baxdıqda, hər şeyi öz yerində gördükdə insan narahat olmur. Əslində bir şeyə görə narahat olur ki, və cəmaatın, ətrafdakı insanların cahilliyini aydın şəkildə görə bilir. O şou yaradanların, həyatı pisləyənlərin doğrudan da həqiqi kimliyini görə bilir. Belə bir nüans da qeyd edeyim ki, yaxşı bir qayda olar ki, belə deyim ki, həyatda hər kim ki, insan həyatı pisləyirsə, o insanlarla bir kəlmə də kəsmək düşünürəm ki, öz həyatımızı mənasızlaşdırmaqdır. Yəni, bir insan ki, həyatı pisləyirsə, o insanla kəlmə də kəsməyin. O insana dostluq da eləməyin, dəymir, valla. O sizin ruhunuzu söndürəcək. O imkan verməyəcək, siz doğrudan da özünüzü də dərk eləyəsiniz. Çünki yoldaşlığa da layiq deyil. Həmin insanlar da sizə bir şey öyrətməyə də gücləri yoxdur, bir potensialları da yoxdur. Çünki bir şey ki, öz həyatını pisləyirsə, ondan daha nə gözləntisində olmalıyıq ki? Ona görə dərin insanlar tapsaz, dərin insanlarla dərinləşin, yəni onların sahəsində böyüməyə də çalışın. Sizin hamınızın, yəni böyüklük düsturu var, qəlbinizi boş yerlərə də xərcləyib, onları belə deyək ki, öz mənfəətini qazanmaq naminə sərf eləməyin, yəni mənəviyyatla doldurun. Mənəviyyatla dolandan sonra, bayaq da sözümün əvvəlində qeyd elədiyim kimi, həyatda heç bir şey sizin üçün itki kimi görünməyəcək. Allah bir kəlmə söz deyir və məsələni belə deyək, kökündən bağlayır. Bu dünyada mən demişəm, dərd olunacaq, heç nə yoxdur.
Bəlkə də söz ağır gələ bilər, amma həqiqətinə baxın, dərd olunacaq. Nəsə də yoxdur. Mən Allahın sözünü deyirəm, öz sözümü demirəm. Deyir ki, hər şey imtahandır və sınaqdır. Vəssalam. Dərd, yəni dərd o şey ki, dərd hesab edirsən, onu belə deyək, kitabını bağla. Hər şey imtahandır. Başına nə gəlirsə, kökündə sınaq dayanır, imtahan dayanır və bu sınaqların əsasında da sən öz həqiqətinə qovuşursan, öz kimliyinə qovuşursan. Doğrudan da şükür eləmək lazımdır ki, mən imtahan olmuram, mənə burada sınaq eləyirlər. Mənə nəzər var, mənə diqqət var, mən bu diqqətdən kənar deyiləm. Ona görə, əgər insan ki, özünü diqqətdən kənarda saxlayırsa, dərd olunacaq məsələ budur ki, öz dərdini getsin, özü çəksin. Amma ki, o ki, bir şeylər ki, xırda bir məsələlər ki, əlinizdən çıxıb, səs-küy salmağa dəyməz, vallahi. Səs-küy salmağa dəyməz. Bu həyatda əlavə o qışqırtılar olsun, nə bilim, səsimizin yüksək, belə deyək ki, qaldıraq belə olsun, elə olsun, həyat niyə belədir, bu niyə belədir, niyə sıxıntılar var, niyə çətinliklər var. Hamısı ona görə var ki, sən yetişəsən, yetişmək lazımdır. Çal meyvə dadsız olduğu kimi, doğrudan da çal insan da dadsızdır. Yetişmək lazımdır ki, bu həyatı doğru, dürüst şəkildə anlayasan və heç zamanda ruhuvu və zehniyyətini itirməyəsən. Ona görə yaşadığınız bütün çətinliklərə rəğmən həyatınıza şükür eləyin. Nə varsa ona şükür eləyin. Çünki indiki zamanda, hər yaşadığınız anında, bu yaşınızda belə gəncsizsə, səbir qazanmasaz, qocalanda əziyyət çəkəcəksiniz. Yaşlaşanda səbir yükünü indidən götürün. Sizin çiyninizə səbir yükünü qoyurlar. O səbir də bizə hadisələr əsasında gəlir. Bugün, məsəl üçün, biri səni qəzəbləndirəcək, biri sənə aqressiv danışacaq, ya ailədə böyük bir problemlər gələcək. O problemlər, o səbir həmin o problemlərin içindədir. Sən məsəl üçün, qəzəb tərəfinə niyə baxırsan ki? İşin qəzəb tərəfinə baxma, işin səbir tərəfinə bax. Mənə lazım olan səbirdir. Gəlibsə dözməliyəm və sən ki dözdünsə, səbrin böyüdüsə, artıq bu hadisə səndən uzaqlaşır, onun daha böyük, məsəl üçün, səbrəvə uyğun hadisələr formalaşır həyatında. Yəni, səbirsiz insan bu həyatda heç nə qazanmayacaq. Ona görə də daha rahat şəkildə şikayət eləməyin həyatınızdan ki, və bilin ki, sizin səbrinizi də imtahan edirlər, səbrinizi yoxlayırlar. Əgər səbriniz böyükdürsə, doğrudan da siz böyük insan olmaq, belə deyək ki, ləyaqətini qazanmışsınız. Bir gün hər bir şeyin yaxşı olacağına da əmin olun. Valla bu həyat, belə deyək ki, sizi sevindirməyəcək qədər qəddar da deyil. İstəklərinizə də çatacaqsınız, nail də olacaqsınız, amma dözün, səbirli olun. Çünki səbrin kökündə ilahinin tərbiyəsi var. Səbir Allahın danışıq dilidir. Allah insanla bizim danışacağımız dildə danışmır. Sadəcə bir dildə danışır, o da səbir dilində. Səbir dilində danışanda insan Allahı da başa düşür, özünü də dərk edir və yaşadığı həyatı da dərk edir. Bizim yaşadıqlarımızın, bəzən bugün yaşadıqlarımızın cavabı ona görə bugün bizə açıqlanmır ki, biz hələ də onun dərk olunma məqamına yetişməmişik. Bugün başımıza gələn hadisəni, məsəl üçün, 10 ildən sonra fikirləşirik ki, filan hadisədə filan şey buna görə olmuşdur. Belə hadisələr də olur. Narahat da olmasınlar heç kimdə, heç kəs də öz həyatından narahat olmasın. Sadəcə özünü dəyişməyə doğru addım atsın və söz versin, özünə söz versin. Yəni, özünə söz vermək, belə deyək ki, müqəddəs bir sözdür, ən gözəl sözdür. Çünki özün dəyərsiz deyilsən, dəyərlisənsə, mən özümə söz verirəmsə, doğrudan da mən artıq böyüklüyümü dərk eləmişəm, mən artıq hiss eləmişəm və belə-belə bu addımlar əsasında da yetişməyə doğru da gedəcəm. Allah hamınızdan razı olsun, hamınız da bu yolda, belə deyək ki, mənəvi yolda böyütsün, yetişdirsin. Çox da danışıb, yormaq da istəmirəm. İnşallah ki, mövzuya uyğun, həyatın gedişatına uyğun nə ki suallar olarsa cavablandırmağa da hazırıq. Sual-cavab hissəsinə başlayaq icazənizlə. Səsli suallar, burada bir nəfər səsli sual vermək istəyir, Şahin bəy. Sual vermək istəyirsə, buyurun verin, sonra keçim çat bölməsindəki suallara. O zaman çat bölməsindən keçim. Olur benim Buyurun, sualım. Bir verin, əl qaldıraraq verin, zəhmət olmasa. Birinci sual vermək istəyən xanım səsini açsın, sualını versin, zəhmət olmasa. Aha.
Əli Ee, qaldıran. Buyurun. Salam. Bir daha. Deməli, sualım olacaq. Siz bayaq dediniz ki, xoşbəxt olmayan, qeybətçi insanlar falan da bunlardan mümkün qədər uzaq olun da, düz başa düşdüm. Amma məsəl üçün elə insanlar var ki, onlardan mümkün deyil də uzaq durmaq. Məsələn, belə izah edim. Evləndikdən sonra həyatımıza təzə gələn insanlardan məsələn, yoldaşımıza deyənmərik ki, sən filan kəsin qeybətkardır, xoşbəxt insan deyil falan. Mən mənfi enerji verir, uzaq durumda. Bəs onda necə etməliyik? Sualı mən belə başa düşdüm ki, yəni ailə qurduqdan sonra məsəl üçün həyat yoldaşına demək olmur da, məsəl filan kəs belədir, biraz üzr istəyirəm, qeybətçidir. Ondan kənarlaşma məsələsində çətinlik çəkirsiniz. Hə, Mən belə başa düşdüm. bəli. Aha. Həmin məqamda, həmin məsələdə bilirsiniz, hər şeyin köklü bağlılığı insanın özünə bağlı olan məsələdir. Yəni addım sizdən olmalıdır. Siz bu insandan ki mənfi enerji alırsınızsa, o sizə mənfi enerji ötürür daha doğrusu sizə vacibdir ki, siz özünüzü ondan yavaş-yavaş, yəni aram şəkildə uzaqlaşdırasınız. Tutaq belə bir söz deyim. Çox söz isə insan böyüyəndə, artıq böyüyəndə, misal üçün bəzən olur ki, cahillər bir-birlərini niyə tamamlaya bilirlər? Bir-birlərindən daha doğrusu razı qalırlar. Çünki ikisinin də səviyyəsi eynidir. Biri böyük olanda, biri səviyyəsi aşağı olanda, aşağı səviyyəli artıq o böyüyə çata bilmədiyi üçün özü rahat şəkildə uzaqlaşır. Çox dostluqların kökündə də bu olur. Bir nəfər böyüdüsə, ruhunu böyüdüsə, artıq o cahil dost ondan rahat şəkildə uzaqlaşır. Çünki o səviyyəsinə onu sala bilmir. Çünki misal üçün siz də onun dediyini eləmirsiniz axı, onun dediyinə yanaşa bilmirsiniz. Sadəcə məsələyə bu prizmadan baxın ki, yavaş-yavaş misal üçün də adi bir söz deyim, o əgər qeybət də eləyirsə, deyə bilərsiniz ki, mənim qeybətdən xoşum gəlmir. Bir kəlmə. Çox sadədir. Gəl ya qeybət eləməyək, ya bu şəkildə davam eləyək yolumuzu, ya da ki, mən istəmirəm qeybət olunsun başqa bir mövzuda. Əgər çəkə bilirsinizsə, onu özünüzü belə deyək ki, məqsədinizə doğru, belə deyək, dərin düşüncənizə doğru çəkə bilirsinizsə, nə xoş. Əgər çəkə bilmirsinizsə, özünüzün ondan uzaqlaşmağınız sizin həyatınızı daha da gözəlləşdirəcək. Bunu eləsəz, o nəticəsini də görəcəksiniz. Əks halda o sizi də yoracaq. İnanın ki, yəni zaman keçdikcə belə insanlar yorurlar. Ona görə bayaq çıxışımda da qeyd elədim ki, öncədən fikirləşin, yəni həyatı şikayət edən insanlarla ünsiyyət qurmaq sizi yoracaq. Belə deyək ki, çiyninizi ağırlaşdıracaq. Yəni, mənfi enerji ötürürlər o insanlar. Ona görə belə deyək ki, müsbət aura aldığınız insanlardan enerji alın və onları dinləməyə də çalışın. Yəni sərhəd saxlamaq, düz başa düşdüm. Əhsən. Bəli, əhsən. Bir dənə də qısa sualım olacaq. Bir dənə də bir şey dediniz bayaq ki, bəs belə başa düşdüm ki, yəni dərdsiz insan olmur, hər həyata öyrənmək üçün gəlmişik. Səhv eləmirəmsə elə bir şey. Amma o gün bir dənə çıxışda eşitdim, deyir ki, məşhurlardan biri də, deyir, mənim həyatda heç bir dərdim oldu, mən heç bir şey əl açıb istəmirəm Allahdan. Çünki hər şey olur da, mən istəməmişdən hər şeyim olur. Yəni bu sadəcə yox göstərişdir, yoxsa doğrudan belə bəxtəvər insanlar da var, yəni belə deyim. Bəxtəvərdir, elə doğrudan da bəxtəvərdir. Çünki böyümüş insandır. Böyümüş insan üçün belə deyək ki, bir işarə kifayətdir. Allah onun hər istəyini yerinə yetirsin. Biz niyə Allaha doğru, məsəl üçün, əl açıb hər istəyimizi bəzən göz yaşları ilə deyirik? Gözəldir, göz yaşı Allah qarşısında olan ədəb nümunəsidir. Əslində, insan elə gözündən yaş axıdaraq istəyini daha doğrusu istəyə bilsə, bu elə mərifətinin göstəricisidir. Amma yəni böyümüş insan, ruhunu böyümüş insan, özünü tanımış insandır. Özünü tanıyan insan üçün bir pıçıltı da kifayət edir ki, Allah onun hər istəyini həyata keçirsin. Amma biz niyə, məsəl üçün, üzr istəyirəm, özümü deyirəm, böyüməmişəm, səs-küy salıram. Mənim səs-küymə də hara qədər olacaq? Səmanın dağdan deyirəm ki. İnşallah ki, Allah sizə böyüklük bəxş eləsin. Elə bu sualların verilməsi elə sizin böyüklüyünüzün əlamətidir. Axşamınız xeyir olur, sual verim. Bəli, olar, buyurun. Hər kəs salamlayıram. Çox sağ olun dəyərli məlumatlarınıza görə. İnsan bilir ki, bu səhvdən o səhvi yenə eləyir də. Yəni, bunlar necə aradan qaldırmaq olar ki, insan o səhvi eləməsin? Mən səhv olduğunu bilə-bilə insan ona eləyir yenə. Aha.
Bilirsiniz, səhvin belə bir sözüm var. Deyirəm ki, gözəl işi, səhv işi gözəl elə, amma gözəl işi səhv eləmə. Yəni səhv işi gözəl elə bir insan ki, hər bir işi ki yerinə yetirirsə, misal üçün bilmir də bunun səhv olduğunu bilmir. Onun düşüncəsinə görə bu gözəl bir şeydir. Amma o gözəlliyinə görə də səhv işini də gözəl şəkildə yerinə yetirir. Bu insan bu insana sadəcə xəbərsizdir. Xəbərsiz olduğuna görə hər bir işi istəyir ki, gözəl şəkildə yerinə yetirsin. Amma biraz ki, dərk elədi ki, məsəl üçün bu gördüyü bütün işlər, bir zaman gördüyü bütün işlər səhv imiş və indi düzəldib hər şeyini. Düzələndən sonra artıq sənin onu səhv olaraq yerinə yetirməyin yəni doğru hesab olunmur. Bəzən biz səhvlərimizlə niyə tez-tez qarşılaşırıq? Çünki o səhvləri ona görə qarşılaşırıq ki, bundan keçmək üslubumuz, daha doğrusu tələb olunur ki, bundan keçək. Yəni bu artıq bizdə qaldıqca sıxır bizi, yorur bizi və onu həyata keçirə bilmirik. Başa düşürsünüz, insan səhvləri ilə tez-tez həyat qarşılaşdırır, bəli, və bu mərhələni keçməkdən ötürüdür. Bu gün bir səhvlə qarşılaşmısınızsa, sabah o səhvlə yenə qarşılaşacaqsınız. Çünki cavabını bilirsiniz. Bildiyiniz cavabını vermirsiniz deyə o səhvlər təkrar olaraq bizim üstümüzə hücum eləyir. Cavabını bildiyiniz səhvləri çalışın ki, keçin. Yəni o belə deyək ki, üst-üstə yığıldıqca sizə əzab verəcək, əziyyət verəcək. Əgər bir şey ki, səhv olduğunu düşünmürsünüz, insan düşünmürsə, bayaq qeyd elədiyim kimi, onu zaten də yerinə də yetirəcək. Amma bilirsiniz ki, bu səhvdirsə, onu keçin ki, həyat onu təkrar sizin üstünüzə qaytarmasın. Çünki həyatın gedişatı, qaydası bundan ibarətdir ki, mərhələlidir. Yəni səni saxlamaq istəmir bir səhvlərin üzərində. Bir mərhələnin üzərində saxlamaq istəmir. Hər mərhələni keçdikcə növbəti belə deyək ki, hadisələrlə səni qarşılaşdırır. Əgər bu hadisə, misal sadə bir qayda deyim, bir insan ki, günahın pisliyini bilirsə və onu təkrar eləyirsə, əlbəttə ki, həyat ona yeni bir qapı açmayacaq, yeni bir mərhələ açmayacaq. Mən bilirəm ki, bu səhvdir. Yalan danışmaq səhvdirsə, günahdır, böyük bir günahdır. Mən onu təkrarlayıramsa, həyatda hər hansısa bir yenilik gözləməyim, belə deyək ki, üzr istəyirəm, nadanlıqdır. Yəni, bilirəmsə ki, bu səhvdirsə, mən buna cavab verib, daha doğrusu yönümü dəyişməliyəm. Və bu dəyişiklik məndə, belə deyək ki, qapı açacaq, növbəti həyatın qapısını açacaq. Çox sağ olun. Ona bir sual da verim. Buyurun. Xəyanəti bağışlamaq olar. Əgər insan anlayıbsa, yəni həmin insan bu xəyanətdir, yəni səhv edib. Onu bağışlamaq olar. Əslində, bilirsiniz, yanaşmalara bağlı məsələdir. Düşünürəm, xəyanəti bağışlamaq böyük yanlışlıqdır. Yenə də deyirəm, mən bu hər bir insan özlüyündə bu məsələyə uyğun bir cavab hazırlayıb öncədən. Misal üçün, adam var ki, elə düşünür ki, xəyanəti bağışlamaq olmaz. Bu onun bir cavabıdır. Amma misal üçün, tutaq ki, birinə sual edirsən ki, sən xəyanəti bağışlayarsan, o içindəki cavabı, misal üçün, səndən alırsa qane olur. Arxayındır ki, xəyanəti bağışlamaq olmaz. Amma məsəl üçün, insan var ki, bağışlaya da bilir. Bilirsiniz, yenə də deyirəm, insan ruhunu sıxacaqsa və bu səni həyatda əzab verəcəksə, bağışlamamağınız daha məsləhətlidir, yaxşıdır. Çünki bağışlasaz, sonradan o, belə deyək ki, şeytanın əlinə fürsət vermiş olacaqsınız. Gələcək, bezdirəcək, ya o səhnələr gözünüzün önündən çəkilməyəcək, çox da incidəcək, yandıracaq. Elə çətin də olsa bu mərhələni keçmək daha yaxşıdır ki, sonrakı deyək ki, yaralar sağalmağa doğru, yəni zamanını sağalmağa doğru getsin. Bağışlamaq biraz ağır məsələdir. Yenə də deyirəm, hər bir insanın fərdi yanaşmasına bağlıdır. Yəni durum mən belə deyim ki, hökm kimi danışım, ixtiyarım çatmaz. Yenə də qəlbiniz sizə nəyi əmr eləyirsə, onu da yerinə yetirin. Çox sağ olun dəyərli məsləhətlərinizə görə. Buyurun. Növbəti əl qaldıran şəxs səsini açıb sualını verə bilər. Salam Elvin bəy. Salam, hər vaxtınız xeyir. Sizin də vaxt xeyir. Elvin bəy, mən sizə belə bir sual vermək istəyirəm. Buyurun. Mən qabama neçə aydır bir dənə oğlan çıxırdı. Mən oğlan qorxusundan evdən çıra bilməm. Necə eləyim ki, evdən çıxanda o oğlan məhkəmə gəlirəndə oğlanla qorxub eləyir. Qorxmayayım da, qorxum eləməyim. Çünki oğlan məhkəmə gəlir eləyir, o mahədə qorxursa gəlir eləyim. Necə eləyim ki, qorxmayayım.
Aydan xanım, mən sualı tam başa düşmədim. Səs yaxşı gəlmir. Zəhmət etsə sualı təkrar Bəli. edin. Mən belə başa düşdüm ki, şəxsin kimdənsə qorxusu var. O Bəli. qorxunu aşmaq istəyir. Bəli. Aha. Hə, qorxunu aşmaq istəyir. Qorxudan keçmək mərhələsi. Vallahi Bəli. bilmirəm, qorxu biraz məsəl üçün çətin bir prosesdir. Onu artıq belə deyək ki, bəzən insanlardan belə bir tələb olunur ki, məsəl üçün dua eləsinlər filandır, amma hər şey də dua ilə həll olunmur. Tutaq ki, dərman varsa, dua ikinci plana keçir. Əvvəl belə idi ki, duanı eləyirdilər dərman tapılmayan önəmlərdə, amma bir xəstəni də müalicə eləyəcəksənsə, dərmanı tapmamış, daha doğrusu dərmandan istifadə eləməmiş duanın arxasınca qaçmaq yanlışlıq əlamətidir. İndi qardaşın qorxusu, valla mən bilmirəm, yəni insanı görür, niyə qorxur, nədən qorxur, onu belə deyək ki, prosesi özü həll eləməsi daha yaxşıdır. Mən buradan xüsusi olaraq nəsə də deyə bilmirəm ki, nə üçün qorxur. Ən azından onun mütəxəssisə müraciət eləsin. Yəni o sahənin mütəxəssisinə mən o sahədə ona belə deyək ki, yol göstərə bilmərəm. Yəni bilmirəm, yəni qorxu üçün nə etmək lazımdır. Belə. Keçək artıq chatdakı suallarımıza icazənizlə. Dəqiqə mən ən başa qalxım, zəhmət olmasa suallara. Burada sual var. Daxili rahatlıq nədir? Psixoloji rahatlıqdan fərqi nədədir? Aha. Daxili rahatlıq budur ki, insan özünü ruhən azad hiss edir. Yəni bir asılılığı yoxdur. Kimdənsə asılı deyil və fikirlərinə qarşı çox diqqət yetirə bilir. Psixoloji yanaşmasında da bundan ibarətdir ki, yəni insan doğrudan da kənardan bir məlumat alır, kənardakı bir məlumatı alır və onun məlumatlarını təhlil eləyir və nəticəyə gəlir. Və bu ikisi arasındakı fərq belə izah olunur. Daxilən, yəni kimdənsə asılı deyilsən, azadsan, müstəqil bir nəticəni özün düşünə bilirsən, özün bir şeylər ortaya qoya bilirsən, amma bir də var ki, məsəl üçün kimdənsə bir şey eşidirsən, psixoloji olaraq məsəl üçün bir kimsənin sözünü eşidirsən və o sözünün əsasında düşünüb bir nəticəyə gəlirsən və bu nəticə də olur sənin belə deyək ki, psixoloji yanaşman. Növbəti sual. Vicdan insanın daxili səsidir, yoxsa cəmiyyətin təsiri? Vicdan insanın daxili səsidir. Daxili səsi olaraq hesab eləsək doğru, dürüst olar. Çünki vicdan bir növdə bəzən deyirlər ki, Allahın səsidir, insana ötürdüyü bir səsdir. Bəli, insan öz vicdanı ilə qarşı-qarşıya qaldıqda onda özünün həqiqətinə vara bilir, öz kimliyini anlaya bilir. Bəzən mümkündür bir insana zülm olunsun və o zülmün sayəsində cəmiyyət susqun qalırsa və sən ona etiraz edə bilirsənsə, sənin vicdanın oyaqdır və sən Allahın səsini rahat eşidə bilirsən. Amma digər cəmiyyət ona qarşı susubsa, mən asılı deyiləm ki, cəmiyyətin problemləri, daha doğrusu yanaşmalarından və ümumi şəkildə deyək ki, cəmiyyətin vicdanı nəyi qəbul edirsə, mən onu qəbul eləməyə məcbur deyiləm. Ona görə mən müstəqil olaraq özümü təftiş eləməli və heç kimdən asılı olmadan rahat şəkildə həm düşüncəmi, həm də həyatımı ortaya qoymağı bacarmalıyam. O vicdan insanın öz daxilində, belə deyək ki, öz həqiqətidir, öz kimliyidir, öz şəxsiyyəti də nə edirsən vicdanında tapa bilər insan. Belə. Daha sonra növbəti sual. Uğurun səbəbini nədə görürsünüz? Aha. Uğurun səbəbi insan nəyəsə cəhd eləyirsə, nəyəsə belə deyək ki, bütün yanaşmalarına rəğmən nəyi özü üçün ali bir hədəf hesab eləyirsə, bu onun uğurudur. Misal üçün, bəzən mən deyərdim ki, həyatda uğursuzluq deyilən bir anlam olmamalıdır. Yəni necə? İnsan mütləq ki, bir işə addım atacaqsa, əvvəli uğursuzluqlarla başlayacaq. Uğursuzluq uğurun daşıdır. Bu daşı götürəcəksən və uğura çatmaqdan ötürü o zirvəni qalxacaqsan. Bu daş olmasa sən qalxa bilməyəcəksən. Ona görə uğursuz da olacaqsan. Bunu əvvəlcədən qəbul elə ki, mən uğursuz olacam. Mümkün də həyatım, mümkün də məqsədim
uğursuz olsun, amma geri çəkilməyəcəm və bu məni irəlidə aparacaq. İnsan məqsədli olsa, daha doğrusu bütün niyyəti, hədəfi, məqsədli olsa ki, mən bu işə çatacam, onun elə o niyyət eləməsi ən böyük uğurudur. Yəni uğursuzluğu artıq belə deyək ki, lüğətimizdən silmək lazımdır ki, insan doğrudan da sona qədər çatacağına da çatacaq. Yəni cəhd eləsə mütləq ki, uğursuzluqla qarşılaşmayacaq. Yəni qarşılaşsa belə yenə də xoşbəxt insandır ki, uğursuzluqlarla qarşılaşıb. Çünki bir məqsədi var, addım atır və addımı eybi yox. Bu gün zərbəli olsa da sabah çatacaq o nöqtəyə. Yəni birləşəcək, bitişəcək, narahat olmasın. Həyat heç kimin zəhmətini yerdə qoymayacaq. Ən xırda işiniz belə nəticəsiz qalmayacaq. Siz çatacaqsınız o nəticələrə, əmin də ola bilərsiniz. Növbəti sual, səhvləri daima xatırlamaq lazımdır. Bəs daima xatırlasaq, bu psixologiyamızı pozmaz ki? Yox, pozmayacaq. Daimi xatırlamaq o mənada ki, yenə də deyirəm, biz insan bir səhvinə baxırsa, tərbiyə nöqtəsinin nəzərindən baxmalıdır. Mən özümü tərbiyə eləmək istəyirəmsə, əlbəttə ki, səhvlərimi belə deyək ki, göz önümə gətirməliyəm və onu düşünməliyəm ki, bir də bu səhvlərimə geri qayıtmaq üçün hər hansısa bir əsasım olmasın. Yenə də deyirəm, məsələnin tərbiyəvi yönümünə baxanda, bəli, mən özümdən tərbiyə alıramsa, özümü tərbiyələndirirəmsə, bu yanaşma ilə baxanda, bəli, yəni insanın psixologiyasına zərbə vurmaz. O da baxır ki, hansı səhvləri eləmirsə. Məsələn, insan var ki, həyatında elə səhvlər buraxıb ki, o daxilən doğrudan xatirəsində belə zərbə vurur. Yəni xatırlayır, zərbə vurur. Amma yenə də deyirəm, ortada tərbiyə məsələsi varsa, özünü o qədər də kompleksə salmasın ki, məndə nəsə alınmaz, mən belə eləyərəm. Bəzən biz özümüzü qorxuduruq. İnsan özünü qorxudanda doğrudan da nəsə eləməyə də, həyatda bir cəhd atmağa da qorxur, çəkinəcək. Özümüzü qorxutmalı deyilik. Yəni, nələrlənsə də qarşılaşmayanda, tutaq ki, belə deyək ki, bir işi də bilmirsənsə, sənə də o sual da verilirsə, bilmirəmi də rahat şəkildə denə. Bu da insanın, belə deyək ki, mərifətidir, bir göstəricisidir. Ona görə də əslində səhvlərimiz bizim üçün dəyərli bir neymətdir. Yəni, o səhvlərə baxaraq, özümüzü ruhən təmizləyə bilirik. Keçmişinizə baxın, diqqət yetirin və bugününüzlə müqayisə edin. Görəcəksiniz ki, nə qədər dəyişmisiniz. Əgər bir insan hələ də səhvlərini davamlı şəkildə eləyirsə, onda heç bir nəticə olmayacaq. Çünki bizim, məsəl üçün, belə deyək ki, böyüklərimiz də deyir ki, 2 günü eyni olan insan ziyan içərisindədir. 2 günü eyni olan insan ziyan içərisindədir. Bugün necə yaşamışamsa, artıq sabah dünən yaşadığım kimi yaşamalı deyiləm, dəyişməliyəm. Bax, buna deyərlər ki, ali tərbiyə. Növbəti sual, mənəviyyat insanın psixoloji vəziyyətinə təsir edirmi? Yox, əksinə, mənəviyyat insanın psixoloji vəziyyətdən, belə deyək ki, çətin vəziyyətdən xilas edir. Çünki ortada ruh məsələsi var axı, ruhun böyüməsi məsələsi var. Mənəviyyat varsa, insan heç zaman psixologiyasından əziyyət çəkməli deyil. Əksinə, bütün psixologiyanın kökündə də mənəviyyat dayanır, mənəviyyat da dayanmalıdır. Çünki bayaq da qeyd elədiyim kimi, mənəviyyatsız insan, ki, bayaq sual olmuşdu, elə bunu da qeyd edeyim, mənəviyyatsız insan doğrudan da elə uğura çatmayacaq bir insandır. Yəni, nə ki əldə eləyəcəksənsə mənəviyyatın sayəsində. Psixologiyanın gözəlləşdirilməsindən ötürü mənəviyyatın olması sənə zənginlik qatacaq, zənginləşdirəcəksən. O psixologiyanı zərbə altına almaz. Növbəti sual, insan nə etməlidir ki, öz istedadını kəşf edib üzə çıxara bilsin? Özündə nəyi hiss eləyirsə, öz istedadından özü xəbərdardır axı insan. Özündə nəyi hiss eləyirsə, onu kəşf eləsin. Misal üçün, hər bir insanın bir istedad gücü var da. Mən, məsəl üçün, yazıçılığa necə başladım? İlk dəfə yazıçılığa başlayanda aforizmlərdən başladım. Hiss elədim ki, içdən bir, belə deyək ki, səs gəlir ki, sözlər gəlir. Qısa atalar sözü kimi, məsəl üçün, sözlər gəlir və o aforizmləri yaza-yaza artıq böyük bir kitab da ərsəyə gətirdi. Heç roman yazmaq, əslində belə qeyd edim ki, inanın, roman yazmaqdan, roman oxumaqdan belə
üzr istəyirəm ifadəmə görə, xoşum gəlmirdi. Yəni zəhləm gedirdi roman oxumaqdan. Əsasən köklənmişdim, dini kitablar belədir, elədir. Amma yəni Allah da plansız deyil də. İnsanın istedadından xəbərdar olan Allahdır. Yəni içdən insana ki, bilir ki, bunun içində bu istedad var, bu güc var, bir yolla onu dartıb çıxaracaq. Yəni bəzən olur ki, insan öz istedadından xəbərsiz olur. İçinə varsın, insan daxilinə bir boylansın, özünü boş buraxmasın. Bir özünə sual eləsin. Bəlkə qeyd elədim, insan özünü sualsız qoyub. Özünə də sual versə, valla 5 dəqiqənin içərisində özünə lazım olan cavabı tapacaq. Biz başqasından cavab gözləməkdənsə, özümüzdən daha çox cavab gözləsək və öz cavabımızı verə bilsək, çox şey də tapacaq. Yəni bizdə bizə ki, izləyən nə qədər ki, izləyici var, əmin olsun ki, hamısının daxilində böyük istedad var. Sadəcə özünə sual versin və kəşf eləsin, üzə çıxartsın, ondan sonra da görəcəksiniz ki, necə də aram və xoşbəxtdirlər. Hər zaman güclü olmağa çalışmaq psixoloji tarazlığa zərər verirmi? Hər zaman güclü olmağa çalışmaq psixoloji tarazlığa zərbə verilmir. Düşünmürəm, elə bir zərbə olsun, çünki insan həmişə güclü olmalıdır. Hər sarıdan güclü olmalıdır. Həm fiziki sarıdan, həm də mənəvi tərəfdən də güclü olmalıdır. Çünki bu həyatda zəif insana yer yoxdur. Zəif olmayacaqsan. Yəni, bacardıqca güclü də olacaqsan. Bəzən insanlar qorxur ki, mən güclü olacam, psixologiyamı itirəcəm. Mənəviyyat elə bundan ötürüdür ki, sənin, belə deyək ki, həyat tərəzinin çəkimi eyni qaydada saxlayır. Yəni, nə aşağı, nə yuxarı. Orta bir hədlə yaşayacaqsan. Yəni, düşünmərəm ki, insanın psixologiyasına zərbə vursun. Əslində, bizdə elə həyatın tələbi budur ki, sən böyük olmalısan. Səndən böyüklük tələb olunur. Kiçik insan bu həyatda nə versən də, hansı neyməti versən də, onun ruhunu tətmin eləməyəcək, aram olmayacaq və özü özündən də sıxılacaq. Çox insanların bəlası budur ki, zəifdirlər. Zəif ruhlu insanlar əlbəttə ki, həyatın tutumunu, belə deyək ki, bacarmırlar, yaşaya bilmirlər. Və bu, onların da bəzən də intihara doğru aparır, təəssüflər olsun ki. Növbəti sual. İnsan nə etməlidir ki, öz daxilində olan istedadı bəlli edə bilsin? Bayaq elə biz bu sualın cavabını verdik axı biz. Bəli, yox, bu ayrı sualdır. Sadəcə olaraq buna bənzər sualdır. Üstdən keçə bilərik. Yəni artıq verildiyi üçün. Daha sonra stresli dövrlərdə daxili sakitliyi qorunmaq mümkündürmü? Stresli dövrlərdə daxili sakitliyi qorumaqdan ötürü bilirsiniz, biraz məsələ burada gəlizləşir. İnsan stresli olanda istəyir ki, bəzən istəyir qəzəblənsin, bəzən bir şeylər eləmək istəyir və yaxud da kimidirsə də günahlandırmaq istəyir. Əsla belə hallarda özünü sakit saxlama bəzən çətin görünür. Mümkün olduğu qədər, belə deyək ki, dəniz kənarı ya bir özünü aram olunacaq, hardasa özünü aram hiss eləyə biləcək yerlərdə bir gəzsin, bir dolansın və özü ilə təklikdə orada danışsın. Özünü aram hiss eləyə biləcək yerlərə boylansın. Yəni, belə hallarda ümumiyyətlə kimdənsə məsləhət almaq düşünürəm ki, ona yorucu görünə bilər. Amma özünü ki, biraz daxili sakitlik ki, tapmaq istəyir, doğrudan da sakit bir məkanda, sakit bir yerdə özü ilə danışsın və öz içindəkiləri belə deyək, ağlasa da olar. Amma ən əsası odur ki, o göz yaşı da onun, belə deyək ki, üzündən axsa da bir həyatının dərdini, ağrısını, acısını, belə deyək, ona unutturmaqda yardımcı olacaq. Göz yaşının da özünə məxsus bir faydaları var. Bəzən insanın çəkdiyi, belə deyək ki, qəlbin nəvazişidir. Göz yaşı əslində bir nəvazişdir. İnşallah ki, ağlasa da qoy ağlasın, amma sakit bir yerdə, aram bir yerdə özünü rahatlaya bilsin. Maddi rahatlıq daxili rahatlıq deməkdirmi? Maddi rahatlıq daxili rahatlıq deməkdirmi? Yox, maddi rahatlıq daxili. Çünki insan maddi tərəfdən, yenə də deyirəm, daxili aram deyilsə, rahat deyilsə, nə qədər maddi tərəfdən də yüksək olsa da, zəngin olsa da, içdən aram olmayacaq. Axı insanın
hiss eləsin ki, ruhun bir tələbi var. Biz cismən, məsəl üçün, həyata, cismə aid olan, bədənə aid olan tələbləri yerinə yetirdiyimiz kimi, ruhun da tələblərini davamlı şəkildə yerinə yetirməliyik. Əks halda, sanki bir növ həyat intiqam alır bizdən. Çünki ruhunu doyuzdurmursan axı, ruhun ehtiyacını təmin eləmirsən. Axı nə qədər maddi tərəflər, hər bir tərəf yüksəlsin, maddi cəhət, o belə bir hadisə danışım, bir nəfəri gətirmişdilər, girdi bir otağa, böyük bir xəzinə var idi. Qızıl, nə bilim, brilyant, hər içəri dolu idi qızıllarla. Girdi içəri, qapını bağladı, qapıda çöldən açarla olmuşdu. Açar qaldı çöldə, qapı bağlandı, artıq çıxa bilmirdi. Nə elədisə, cəhd elədisə çölə çıxa bilmədi. Yəni bir gün, 2 gün artıq orada da o qızılların içərisində, o belə deyək ki, səhərdən axşama kimi can qoyduğu pulların içərisində də elə canını da tapşırmışdı. Çünki o insana heç zaman daxili rahatlıq vermir. Aldadıcı bir oyundur sadəcə. İnsan elə düşünür ki, onunla hər şeyi eləyə bilər, amma ruhu onunla təmin eləmək qeyri-mümkündür. Ruh həmişə ac olacaq. Ona görə ruhu təmin eləyəcək bir varlıq varsa, o da Allahdır. İnsan da öz ruhunu dolduracaq qədər zəngin dəyərə malik deyil. İnsanı sadəcə dolduracaq, yaxşı mənada dolduracaq təkcə Allahdır. Əbədiyyət niyə var? Əbədiyyət ona görə var ki, sənin ruhunda bir müddət yoxdur. Ömür deyilən şey bu bədənə aiddir. Ruh ömrə bağlı olan məsələ deyil. Ona görə də əbədi olacaqsan ki, Allah sənin əbədiyyətini doğrudan da zənginləşdirəcək və sən orada da heç bir təkrarla qarşılaşmayacaqsan. İnsan da təkrarı sevmir. Bax, həyat budur. Maddi rahatlıq, mənəviyyat olmadan insana heç bir şey qazandırmır. Mənəviyyat olanda insan onun xərcini də bilir ki, hara necə xərcləmək lazımdır. Növbəti sual. Əgər qəlb xəyanətdə qırılıbsa, bərpa olması mümkündür və insan öz səhvini dərk edib, vicdan əzabı çəkib, tövbə edirsə, həyatı yenidən gözəlləşdirə bilər? İkinci suala qaldıqda, bəli, səhv eləyib tövbə eləyirsə, şübhəsiz ki, Allah tövbələri qəbul eləyəndir və Allahın, belə deyək ki, intizarının cavabıdır tövbə. Yəni, bir bəndəsinin tövbəsi Allahın intizarının cavabıdır. Səhərdən axşama qədər Allah bizdən nəyi gözləyir? Tövbə eləyəsən və doğrudan da ali bir məqsədə doğru yetişəsən, bəndəlik eləyəsən. Qaldı xəyanət məsələsinə bayaq da qeyd elədiyim kimi, yəni burada mən hökmdən deyə bilmərəm ki, məsəl üçün mütləq şəkildə vaz keç, mütləq şəkildə eləmə, belə elə. İnsanın, belə deyək, qəlbi nəyi hökm eləyirsə onun özünə xəyanət mövzusunda, onu da həyata keçirsin. Bağışlamırsa, bağışlamasın, haqqıdır. Bağışlayırsa, yenə də bağışlasın, onun öz haqqıdır. İndi bizdə belə bir yanaşma var ki, xəyanət eləyənə kənardan belə biraz fərqli tərzdə baxırlar ki, bağışladı, filandır. O, onun seçimidir, həyat tərzidir. Xəyanət bir seçimdir, yenə də deyirəm. Düzdür, biraz təhlükəli seçimdir. Burada hərənin bir yanaşması var, amma mən yenə də deyirəm, haqqım çatmır sadəcə hökm verməyə. Qəlbi nəyə əmr eləyirsə, onu da yerinə yetirsin. Başqa bir söz deyə bilmərəm. Salam, səsli sual vermək olar. Buyurun. Bəli. Sualım əslində yeniyetmələrlə bağlıdır. İlk öncə sizi salamlayıram, çox xoşdur. Bayaq fikrim də orada qeyd eləmişdim. Sizin kimi gözəl belə mütəxəssislərin bu psixoloji, ruh, mənəviyyatla bağlı məsələlərdə Allahı mərkəzə qoymağı çox sevindiricidir. Həqiqətən hər şeyi Allahla bağlamaq, insanın mərkəzdə birinci Allahı qoymalıdır. Onun üçün də Allah razı olsun, çox təşəkkür edirəm. Mənim bir yeniyetmə oğlum var, 15 yaşında. Çox belə, necə deyim, mərd uşaqdır, xarakterli uşaqdır. Əvvəllər yəni hər şey məndən bölüşürdü. Amma indi məsələn deyir ki, qaşım üstə gözüm var, gözüm üstə qaşım var demə mənə. Yəni heç bir şeylə razılaşmır, amma dəyişir ruh halı. Bilirəm, yəni zaten yeniyetməyi dövrü elə bir vaxtdır ki, başa düşürəm necə vaxtdır. Məsələn, bu Türkiyəli psixoloq var, Doğan Cücəloğlu. O belə bir söz demişdi, deyir, yeniyetmənin biri gedir alış-veriş mərkəzinə, bir köynək seçir. Qərarsız qalır, zəng vurur, anasına göndərir şəkli, deyir ki, köynəyi alım, yoxsa yox. Anası deyir ki, əla köynəkdir, al. Telefon qoyur yerinə, deyir, qərar qəbul olunmuşdu, almıram bu köynəyi. Bunun adı deyir ki, yeniyetməli idi.
Yəni mən də bu vəziyyətləri bilirəm, amma bir çətindir. Çox xarakterli uşaqdır. Tez-tez dəyişir. Gah gülür, Aha. gah yəni onunla danışmaq olmur. Ona necə yəni münasibət qurmağı məsləhət görərsiniz? Təşəkkür edirəm. Məsləhətim bu olar ki, siz sağ olun, dəyərli olasınız. Biraz övlad tərbiyəsi indiki zamanda çətin bir prosesdir. Mən başa düşürəm. Bütün valideynlər bu sarıdan əziyyət çəkirlər, bəzən övladı tərifləyirlər, belə elə. Bir şey qeyd edeyim. Övladı daha çox düşünməyə vadar edeyim. Sözlə yox, mümkündür. Bir dənə dəftər, qələm götürün, ora bir dənə sual yazın. Və o sualın əsasında qoy cavabı yazsın. Mən bayaq da qeyd elədim. İnsan öz içində böyük cavablar var hər bir insanın. Biz uşaq gözündə baxmalı deyilik. Bizim ən böyük problemimiz budur ki, övladımıza uşaq gözündə baxırıq deyə böyüyəndə də uşaq kimi qalır. Övlada şəxsiyyət gözündə baxın. Mən sənə şəxsiyyətli bilirəm, mən səni şəxsiyyətli olaraq tanıyıram. Əslində bir sual da verə bilərsiniz ki, sən necə olmaq istəyirsən, nə olmaq istəyirsən, həyat məqsədin, həyat hədəfin, necə dostlar seçmək istəyirsən, dostluğun necə olmasını istəyirsən, bu cavabı yazsın, dəftərə yazsın və sizə təqdim eləsin. Bir mehriban şəkildə və övladın həssas dönəmidir deyə onunla biraz, məsələn, bəzən valideynlər vurmağa daha çox üstünlük verirlər. Yox, vurmaqla heç nə dəyişmir. Ona görə sual verin. Övladınızla çox ünsiyyət qurun, çox da danışın. Onlar həsrətdirlər, valla. Yəni, bir şəxsiyyətini formalaşdırmaq istəyirlər. Onlar içində böyük şəxsiyyət daşıyıcılarıdır. Bizim yanlışımız odur ki, biz hələ də onlara uşaq gözündə baxırıq deyə onların böyüklüyünü əlindən almış oluruq. Şəxsiyyət qismində baxsaq, 5 yaşlı uşaq da bizə dərs keçə bilər. Yəni, bayaq qeyd elədim ki, Allah 5 yaşlı uşağın dili ilə də bizə bir mesajlar da ötürə bilər. Sadəcə öyrətmək olmasın, bir dəftər qələmdə bir suallar yazın, onu narahat edəcək suallar yazın və bir də mümkündür ki, dostlarından böyük təsirlənsin. Yəni, dostun da böyük təsiri var. Ətrafına xüsusi olaraq diqqət yetirin ki, kimlərlə dostluq eləyir. Çünki insan deyir, dostunun dinindədir. Yəni, dostu onu çəkir. Yəni, dost çox mühüm məsələdir. İnsanın şəxsiyyətinin formalaşmasında dostun da mühüm rolu var. İnşallah ki, dost məsələsinə də diqqət yetirin. Kimlərlə oturur, durur, məsəl üçün nəyi düşünür və bu şeylərə diqqət yetirsəz, inşallah ki, bir nəticə əldə edə biləcəksiniz. Amma yenə də xırda bir tövsiyəm odur ki, övladı çox da düşünməyə vadar eləyin. İnanın ki, çox nəticələr əldə edəcəksiniz. Yəni, övladlar haqqında sizlər də qərar verməyin. Qoy öz qərarlarını özləri versinlər, düşünərək versinlər. Yəni, istər təhsilində olsun, istərsə də mənəviyyatında olsun. Baxın, məsələn, bir söz deyəndə bir də görürsən ki, acılayır, acı cavab qaytarır. Sonra peşman olur. Həmin vaxtı, yəni, biraz danışmaq olmur həmin vaxtda ki, bu sözü səhv dedin, filan. Amma hiss edirsən ki, hərəkətlərindən, əməllərindən peşmandır. Yəni, həmin vaxtı sözdə desən nəsə ki, sən bunu düz eləmədin, onda belə deyim, parlayar. Daha çox fərqli cavab verər. Ona görə orada necə olsun? Yəni, necə davranaq ki, məsələn, o elə acı cavab verəndə ki, bu düzgün deyilmi, yoxsa necə təbir edəkmi? Onu nəvaziş edərək, bir saçını sığallayaraq ona belə bir davranış üslubu deyə bilərsiniz ki, mən səni anlayıram, sən də öz, belə deyək ki, yaşam tərzində haqlısan, mən səni qınamıram. Amma ola bilsin ki, bir boşluğa, bir çətinliyə düşmüsənsə, mənə də o çətinlikdir, mən sənin o çətinliyini həll eləməyə hər an hazıram. Bəlkə də elə bir söhbətdir ki, mənə aid olmasa da, amma ananam, yəni valideyninəm, bunu həll eləyəcək gücə də malikəm. Yəni, nəvazişlə danışın, ona, məsəl üçün, sığalınızı əskik eləməyin və ən asılı da, bayaq da qeyd elədiyim kimi, düşünməyə vadar eləyin. İnşallah ki, sizə aqressiv də cavab qaytarmaz. Çünki övlad öz daxilində peşmanlıq hissi keçirirsə, o artıq peşmanlıq ədəbin qaydasıdır. Yəni, ədəb var deyə peşman olur. Ədəbsiz övlad heç zaman peşmançılığı çəkmək istəməz, yəni o ruhunu ötürməz. Ən azından onun boşluqlarını yavaş-yavaş, aram-aram öyrənə də bilərsiniz. İnşallah ki, sizə də açıqlayar o məsələlərini. Bir sözlə nəticə olaraq, yəni, başa düşdüm ki, yəni deyirsiniz, sevgi dili ilə danışım. Əhsən, bəli. Ən böyük dil sevgi dilidir, bəli. Bəli, çox sağ olun, təşəkkür ederim. Buyurun.
Daha sonra chatdakı suallardan Yeganə xanım yazıb ki, zəhmət olmasa romanlarınız haqqında məlumat verərdiniz və əlavə olaraq bildirib ki, son əsəriniz Sönməyən Qisasda insanlara nə çatdırmaq istəmisiniz? Sönməyən qisası, bəli. Məsələn, Aydan xanım, Sumqayıt dairəsindən kənara çıxarıla bilmirik. Bəzən olur, belə deyək ki, bizdə oxucu kütləsi də azdır. Əsasən mövzular mənəviyyat üzərində qurulur. Çox da çalışırıq ki, mənəviyyat üzərində quraq. Sönməyən qisas bir Zeynəbin, qadının intiqamından bəhs olunur, qisasından bəhs olunur. Çünki Zeynəbi də öz həyatından məhrum elədilər. Gənc yaşındaykən onu valideynləri tərəfindən, yəni belə deyək ki, anası və qardaşı tərəfindən ailə belə deyək ki, zorakılığı yaşadı, çətin bir məqamlar yaşadı və belə deyək ki, kəndin bir özünü böyük aparan, sözü keçən bir yaşlı kişisinə ərə vermək istəyirdilər onu və sonda Zeynəb bütün yaşadıqlarının belə deyək ki, intiqamını, qisasını alır. Əslində burada da bir orada müəllif göstərmək istəyir ki, qadın qisası ilə kişi qisasının arasında böyük bir fərq var. Və bu ikisini müqayisə edəndə mən bu nəticəyə gəlmişəm ki, xanımların aldığı qisas hissi daha şiddətli olur kişilərdən. Yəni, qadınların qisası çox-çox ağır olur, həddən artıq. Zeynəb də burada çox onu incidənlərdən çox ağır, şiddətli intiqam alıb. Əslində, müəllif insanları, xüsusi olaraq xanımları bu səpkidən intiqama vadar eləmir. Qadının içindəki olan o dərin gücü göstərmək istəyir və sonda belə bir cümlə müəllif işlədib orada. Əslində, müəllifdən hörmətli bir kişilərə ünvanlanıb orada. Deyirəm ki, əziz kişilər, yəni xanımlarınızı sevin. Heç bir xanım, dedim, qadın sizin yolunuzu gözləmir. Onlar əksinə sizin sevginizi gözləyir. Siz onlara sevginizi versəniz, onlar özləri sizə yol olacaq. Bəli, qadına sevgi versən, onu məhəbbətlə böyütsən, o qədər məhəbbətlə böyüyəcək ki, artıq sənin mənəvi yolun olacaq. Xanımlar mənəvi yol deməkdir. Bax, belədirlər. Yəni, inşallah ki, kimlərsə də oxumaq istəsə, burada Sumqayıtdan qoşulan varsa, Xan müəllimin dükanından ala bilərlər. Olmazsa da bizim özümüzlə də əlaqə saxlaya bilərlər, biz çatdırma eləyə bilərik. Növbəti sual, cəmiyyətin yaxşı yönə getməsi üçün nə etmək lazımdır? Cəmiyyətin yaxşı yönə getməsindən ötürü bir dəfə belə bir sual oldu. Deməli, dedilər ki, bir nəfər ziyalı lazımdır ki, bu cəmiyyəti qabağa aparsın, filandır, belədir, elədir. Mən razılaşmadım. Dedim ki, bir nəfər, misal üçün, əgər bir ziyalı insan təkdirsə, o cəmiyyəti rahat şəkildə qabağa apara bilmir. Əslində, cəmiyyəti qabağa aparmadan ötürü cəmiyyətin özündə də bir ziyalılıq ruhu olmalıdır. O ruhiyyəni özü istəməlidir. Çünki istək olmayandan sonra ziyalılığı, mən üzr istəyirəm, sosial şəbəkəni hərdən izləyirəm, baxıram, xırda, indi özüm də aforizmlər paylaşıram, görürəm ki, aforizmlərə maraq çox cüzidir. Çox, məsəl üçün, mən orada bəyənməni belə götürürəm ki, bu insan, məsəl üçün, 5 nəfəri bəyənibsə, 5 nəfərin düşüncəli olaraq qəbul edirəm. Nəinki, məsəl üçün, like atdı, filandır, belədir, elədir. Düşünürəm ki, bu insan düşünə bildi. 5 nəfər də olsa düşündü. Amma misal üçün kimlərsə şou xarakterli, nə bilim, müəyyən üzr istəyirəm hər kəsdən, yəni axmaqlıqlar eləyirlərsə, neçə min bəyənmə gəlir və neçə yüzdə rəylər yazılır. Yəni belə bir cəmiyyət artıq özü daxilən işıq istəmirsə və kənardan biz ona işıq tutarıqsa, öz daxilindəki işığı heç zaman görməyəcək. Belə deyək ki, biri var işıq, biri də var şam işığı. Biz insan içində bir şam işığı yandırsın. Ehtiyac yoxdur. Bizi bu işıqlar əslində yayındırır. Çox gözəl bir şeydir işığın olması, amma yayındırıcıdır. Bu işıqların əsasında biz çox yayınırıq. İçimizdə bir dənə şam yandıraq. İçimizin şam işığı yansın, ərisin. Bizim üçün ərisin. Biz başqaları üçün əriməli deyilik. Cəmiyyəti də belə formalaşdırmaqdan ötürü hər bir insan öz içində öz işığını yandırsın. Bugün bir nəfər ziyalı çıxsın, danışsın, ki, dəfələrlə də danışırlar, ortada da bir şey yoxdur. Televiziyalara da, məsəl üçün, bəzən dırnaq arası ziyalılar çıxardırlar, bəzən həqiqi ziyalılar çıxardırlar, amma ortada nəticə yoxdur. Ailə problemləri yenə də həll olunmaz şəkildə də qalır. Çünki ailə problemi televiziyada həll olunmaz. Yəni, bunu öncədən başa düşmək lazımdır. Cəmiyyət də böyümək istəyirsə,
bayaq qeyd elədiyim kimi sözümün əvvəlində yenə də vurğulayıram, ancaq öz içini yandırmaqla məşğul olmalıdır. Çünki siz öz içinizi yandırmasanız, öz işığınızdan xəbərdar olmasanız, başqalarının işığı sizin həyatınızı məhv eləyəcək, öz kölgənizi görməkdən də məhrum olacaqsınız. Mən burada fikirləri hal-hazırda oxumaq istəyirəm. Səbr etmək üçün Allahımızı tanımalı və inanmalıyıq. Əli Nur yazıb və daha sonra Sevinç xanım yazıb. Maşallah, Allah elinizə bərəkət versin. Çox sevindiricidir ki, psixoloji problemləri mütəxəssis Allahla gözəl rabitə qurmaqla əlaqələndirir. Bu ən doğru yoldur. Növbəti suala keçirəm. Həyatımızda olan insanları necə sərhəd qoymaq olar, necə yox demək olar? Aha. Bəzən biz elə düşünürük ki, kiməsə sərhəd qoymaq, ona demək, qarşı tərəfi incidəcək. Amma burada incitmə məsələsi iki tərəflidir. Biri var qarşı tərəf inciyər, biri də var ki, ruhumuz bizdən küsər. Sən qoyma ki, ruhun səndən küssün, incik qalsın. Sənin üçün mühüm olan özünsən. Özünü həmişə mərkəzə gətir. Biz başqalarını razı salsaq, valla bu bədbəxtliyin başlanğıc nöqtəsidir. Özünüzü razı salmaqdan daha çox Allahı razı salmağa çalışın. Çünki Allahı razı salmaq eynən özünü tanımaqdır, özünə nisbət verməkdir. Eybi yox, Quranın bir ayəsi var, deyir ki, valideynlərinizə itaət eləyin, o yerə qədər ki, bir sərhəddi var, o yerə qədər ki, sizi məndən uzaqlaşdıran nöqtəyə qədər itaət eləyin. Əgər sizlə, Allah deyir, mənlə valideynlərin arasında bir çəpər yaranarsa, bir sərhəd yaranarsa, əlbəttə ki, seçim Allahın özünə aid olmalıdır. Çünki ən üstün varlıq və sənə şəxsiyyət vermiş, dəyər vermiş varlıq odur. Valideyn bir nöqtəyə qədər insana lazımdır. Düzdür ki, haqqı böyükdür. Biz onlara xidmət eləməliyik. Çünki bu xidmətin sayəsində Allah bizən də ruhumuzu belə deyək ki, özü məşğul olur. Çünki bu əsnasında insan valideynlə Allah arasında sərhəddə qalanda seçim valideyn olur. İndi buradakı dostla özüm arasında bir sərhəddə qalmışamsa, bir çətin durumda qalmışamsa, özümü seçməliyim. Sən onu razı salacaqsan, amma sonra peşman olacaqsan. Onlar insan, güvəndiyin insan da sənin yükünü bir yerə qədər daşıyır. İnan ki, bir yerə qədər daşıyır və sonra sənə rahatlıqla zərbə də vuracaqlar. Hər kəs özü üçün yaşamalıdır. Demirəm, özü üçün yaşamaq hər şey məsuliyyətdən boyun qaçırmaq demək deyil. Əksinə, özü üçün yaşamaq məsuliyyətini dərk eləməkdir. Bizdə işin bir tərəfini deyirlər, bir tərəfini demirlər. Bəzən olur ki, deyirlər ki, özün üçün yaşa, özün üçün yaşayır, amma məsuliyyətini də yanaşı qoy ki, doğrudan da cümlə tamamlansın. Özüm üçün yaşayıram, amma məsuliyyətlə yaşayıram. Belə, yəni yox deməkdə insanın həyatını çətinə salmasın. Biz əgər bugün yox deməyi bacarmasaq, özümüz həyatda yox olacağıq. Yəni yandıracaq, həyat bizi yandıracaq və o güvəndiyin, o dostlar ki, əl qaldırıb alqışladığın, oynadığın o dostlar hamısı bir gün zərbə vuracaqlar bizə. Yəni bunu nəzərdən qaçırmayın heç zaman. Yox deməyi bacarın. Bu güclü insanlara xas əlamətdir. Növbəti sual, suallarımız maşallah çoxdur Elvin bəy. Ona görə yəni tez-tez sualları oxuyacağam. Siz də çalışarsınız konkret cavablar verin. Bir insan özünə qarşı haqsızlıqlar, arxadan oyunlar görüb abrından, həyasından susursa, səbr edirsə, onların səhvlərini, oyunlarını üzünə vurmursa, Allah xətrinə susursa, buna görə Allah tərəfindən mükafat varmı? Mütləq ki, Allah insanı cavabsız qoymur. Əgər siz bu halları ki, abrınızdan qoruyub saxlayırsınızsa, doğrudan da Allaha dəyər vermiş olursunuz. Abır çox qiymətli bir məsələdir və bu sizin elə böyüdüyünüzün əlamətidir. Mərifət əhlisiz ki, doğrudan da belə şeylərə qorumağı və bunu sir kimi saxlamağı da bacarırsınız. Əlbəttə, heç zaman da mükafatsız da qalmayacaqsınız. Ən böyük mükafat elə budur ki, siz bunları qorumağı bacarırsınız və aşkara da çıxartmırsınız. Bu elə mərifətinizin göstəricisidir. Daha sonra xeyirli uğurlu olsun, başarılı davamlı olsun. Bu barədə demək istərdim ki, bəzən əzizlərimiz zamanında yaxşı işlər görmüş, yaşanan durumların təsiri də var. İnsan xarakterini dəyişir, yaxud aşırı emosiyalara qapılmaq, qarşısını görməyə, qalmağa maneələr yaradır. Belə insanları silib atmaq yox, ona doğrunu göstərə biliriksə,
edək, görmək istəmiriksə də müəyyən sərhəd saxlamaq lazımdır. Hər hansısa bir fikir bildirib. Xanım, daha sonra suallara baxın. Aha. Ruh böyütmək deyəndə nəyi nəzərdə tutursunuz və ailə dindən uzaqdırsa, uşaqları dinə yaxınlaşdırmaq lazımdır, yoxsa özləri böyüyəndə yollarını tapacaqlar? Ailədə ümumiyyətlə yanaşma budur ki, bu elə suallar olur ki, onun cavabı dərinlik istəyir, həqiqətən bu da vaxt aparır. Ona görə də qısa cavab bəzən özümü də qane eləmir. İnşallah ki, çalışarıq qısa cavab verək. Ailədə davranış ən böyük mədəniyyətdir. Yəni, valideyn necə davranırsa, uşaq davranışla böyüyür. Ana südü də bir qədərdir, nə bilim, atanın tərbiyəsi də bir qədərdir, amma davranış atanın ana ilə, ananın ata ilə davranışı uşağın ruhunu birbaşa böyüdür. Ruh böyüməsi bax bundadır. Bəlkə məsələdə də qeyd edir ki, ruhumuzu necə böyüdək, məsələsi də budur ki, özümü nə qədər dərk eləyə bilirəm, özüm haqqında nə qədər düşünə bilirəm, özün haqqında nə qədər düşünə bilirsənsə, ruhunu oyaq saxlamısan. Ruhun böyüməsi də budur ki, özün düşünürəm ki, mən bu qədərəm, mən məsəl üçün hədəfim nədir, məqsədim nədir? İnsanın böyüklüyünə onun tutduğu yoluna görə, hədəfinə görə müəyyən eləyərlər. Hədəfin nədirsə, sənin böyüklüyün də odur. Üzrsən, cılız hədəf arxasında gedirsənsə, bu qədərsən, böyük hədəf arxasında gedirsənsə, artıq böyüksən. Və insan da məqsədindən geri dönmürsə, sona qədər də mübarizə aparırsa, onun birbaşa olaraq ruhunu tez də böyüdür. Psixoloji balans nə deməkdir? Sual veriblər. Psixoloji balans budur ki, həyatı ortamda, yəni özünü nə sağa çırpmırsan, nə sola çırpmırsan, orta bir hədd, orta bir Allahın təyin elədiyi həddən kənara çıxmırsan. Yəni həyatın sərhədlərini pozmursan. Həyat, belə deyək ki, həyatın bir qaydası var. Ölümdür, bir qaydadır. Çətinlikdir, bir qaydadır. Olub, olur və olacaq da. Ümumiyyətlə, bayaq övlad məsələsi deyirik, bunu da qeyd edeyim. Övladlarınıza həyatın çətinliyini indidən öyrədin. Başa salın ki, həyat çətinliklərdən, sıxıntılardan ibarətdir. Bugün sabah oxuyacaqsan, hər şey yaxşı olacaq anlayışını yeritməyin övladın böyüyünə. Övlada bu kəlməni deyin ki, oxumağa özündən başla. Əgər sən özünü oxusan, hər şey yaxşı olacaq. Oxumasan, əks təqdirdə təhsil də bir yerə qədərdir. Yəni, məlumatlar toplusudur və bu məlumatlar da düşünmədikcə insanı heç bir şey çatdıra bilməz. Yəni də deyirəm ki, insanın ən böyük amalı, balansı da budur ki, psixoloji balansı da budur ki, həyatda özünü sərhədsiz buraxmır. Özünə də sərhəd qoymağı bacara bilir. Burada bir sual var. Əslində bu mövzu haqqında, daha doğrusu bu nüans haqqında danışmışsınız, amma əlavəniz varsa buyura bilərsiniz. Dəyişmək üçün insan ilk nədən başlamalıdır? Aha. Dəyişmək üçün insan ilk nədən başlamalıdır? Belə deyək, həyatın bəzən öyrədərlər ki, misal üçün də ibadətə başla, filandır, belədir, elədir. Mən demirəm ki, ibadətə başlamaq gözəl bir şeydir, amma ibadət nöqteyi nəzərindən demirəm. Ən azından həyatındakı sirkabları, o şey ki, sirkab da ayağına nə ki dolaşırsa, oradan başlasın və təfəkkürünü inkişaf elətdirsin. Yəni, təfəkkür inkişaf eləməsə, insan ayağının altını da görə bilməyəcək. Yəni, belə deyim ki, rahat şəkildə səni sağa-sola kimlərsə xərcləməsin. Hətta dost hesab elədiklərin, ən yaxınların belə. Bəzən bizim, belə deyək ki, ömür sərmayəmizi əlimizdən alırlar. Özümüzə qarşı diqqətdən başlayaq. Hər şey, böyüklərin də ən böyük tövsiyəsi odur ki, diqqət deyiblər. Diqqət. Yalnız mərkəzdə özüməm. Özümü görürəmsə, artıq mən özüm haqqında böyük düşüncələrə malik olacam. Özümdən başqa kənara çox yayınmasalar, bəli, formalaşa da biləcəklər. Növbəti sual. Zəif olmamaq üçün nə edə bilərik? Zəif olmamaq üçün zəif olmamaq həyatda bir şeylər var ki, nemətlər var ki, insan o nemətləri belə deyək ki, görürsə, şükr eləyirsə, bu neməti dərk eləmək sənə güclülük bəxş eləyəcək. Mən məsələnin biraz batin tərəfindən yanaşdım.
İstəmirəm çox da məsələlərin zahir tərəfində ilişib qalaq. Çünki zaman-zaman insanların ancaq zahiri tərəfindən, görünən tərəfinə müraciət ediblər. Görünməyən tərəfimiz öz içimizdir. Bəli, zəif olmayacaqsan, heç bir məsələdə zəif olmayacaqsan. Deyir ki, şükür eləməyi bacarırsansa, çoxlu-çoxlu da şükür elə, o sənə güclülük bəxş eləyəcək. Gözünü, belə deyək ki, nurunu artıracaq, bəsirətin artacaq. Artıq sən zahiri gözlə deyil, içdəki qəlbinin gözü ilə hər şeyi də görəcəksən. Bu elə sənin güclənməyin üçün kifayət eləyəcək. Allah sənə nəyi verəcəksə, şükür də eləyəcəksən, verməyəcəksə də onu da şükür eləyəcəksən. Çünki verməməyi belə sənin ağlığı artıracaq. Yəni Allahdan gələn heç bir şey belə deyək ki, əliboş qaytarılmır. Yəni sənin üçün bəzən ağlın artması ən böyük ruzidir. Elə düşünməsin ki, insan cavabsız qalır. Ruzi tək bizim gözlə görünən nemətimiz deyil. Görünməyən nemətlərə Allah çox diqqət yetirir ki, insan nəhayətdə zəifləməsin başqa nemətlərin qabağında. Böyüdünsə, gücləndinsə, artıq sənə lazım olan nemətləri görəcəksən. Hətta sənə verilməyənə belə şükür eləməyi bacaracaqsan. Bax, bu güclü olmaq deməkdir. Növbəti sual. İnsan özünü psixoloji olaraq güclü hesab edirsə, bu nə ilə ölçülür? İnsan özünü psixoloji olaraq güclü hesab edirsə, nə ilə ölçülür? Belə deyək ki, həyata yanaşması ilə. İnsan həyatda nəyi əldə edibsə, nəyi qazanıbsa, o şübhəsiz ki, onu öz gücü hesab eləyir və bütün psixologiyasını bu nöqtəyə yönləndiribsə, bu gücün əsasında da başa düşür ki, bu mənim qazancımdır və əldə etdiyim nemətdir. Və burada sual yazılıb ki, kitabı harda əldə etmək olar? Əgər istəyirsə, bir nömrə qoyaq bura. Kimlər əldə etmək istəsə. Nömrəmizi qoyarsınız Aydan xanım, həm özümüzdən də götürə bilər. Əgər Sumqayıtda yaşayırsa, Xan müəllimin dükanı, Pioner Marketin yanında bir dükan var, Xan müəllimin dükanı, oradan da əldə edə bilər. Aha, indi nömrənizi qoyacağam. Və növbəti sual. Mənim bacımın 15 yaşı var. Çölə çıxır, qorxur, ya buradan mətbəxə gedir, tək qorxur. Nədən ola bilər? Bilmirəm, indi sizin mövzu sizə uyğundur sahənizə, yəni necə? Yəni sual verilir. Hə, o sahə mənim sahəm deyil. Ona görə mən onun belə deyək ki, dərinliyi haqqında bir söz deyə bilmərəm, amma belə bir tövsiyə də eləyə bilərəm ki, məsəl üçün övladı aram eləsin və belə deyək ki, demirəm ki, heç nə olmayıb filandır, belədir, elədir, amma bir müddət özü ilə aparsın və ona inandırsın ki, doğrudan da qorxulu olunacaq heç nə yoxdur. Bir müddət özü ilə ona köməklik göstərsin. Nömrənizi qeyd etdim bura. Hə. Daha sonra qızımın 10 yaşı var. Səhv eləmirəmsə bu xanım sual. Qızımın bir dəqiqə. Qızımın 10 yaşı var, tez əsəbləşir, hər şeydən ötürü əsəbləşir. Nə gəldi? Bayaq ki xanım deyəsən bu sual eyni sualdır. Keçirəm bunu görə. Daha sonra yeniyetməlik dövründə əsasən uşaqlar öz çevrələrinin sözlərinə üstünlük verir və düşüncələrin tez dəyişməsi onunla əlaqəlidir əsasən. Çünki o mərhələdə onlara xoş fikir nədirsə ona meyl edirlər. Sadəcə sakit, təklikdə danışmaq daha yaxşı olar. Dinləmirsə məcbur yaxud təhdidlə ya da nə eləsə qorxutmaqla sarsıtmaq onu daha da özündən uzaqlaşdıracaq. Xanım yazıb bura. Doğru, razıyam, bəli. Suallar mən bildiyimə görə, gördüyümə görə daha doğrusu chat bölməsində bitib, amma səsli sual vermək istəyənlər var. Vəsilə xanım səsini açıb sualını verə bilər. Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir Vəsilə xanım. Sizə bir dənə sual var. Mən 11-ci sinif oxuyuram. Bu imtahanın falan da az qalıb. Deməli, özümü utancla qapadıram. Ancaq demək üçün dərs oxuyuram, edirəm. Onu neyə bilərəm ki, biraz olsa da bir saat olsa da dərsdən falan biraz aralaşım.
Sonuncu sözünüzü başa düşmədimi? Bir də təkrarlayın. Deyirəm ki, dərs oxuyuram mən. Bəli. Dərs oxuyanda həddən çox oxuyuram və elə olur ki, gün ərzində çörək falan da çıxmıram da. Bəli, bəli, Ancaq bəli. hazırlaşmaq gedəndə çıxıram. Onu Bəli. neyləyə bilərəm ki, mən heç olmasa 1 saatda belə özümü dərsdən aralaşdırım da. Aha, dərs oxumağın təbii ki, alqışlayıram. Yəni bu məsələyə xüsusi önəm və diqqət yetirirsiniz. Sualınız budur ki, dərsə çox qapalı olursunuz deyə qopa bilmirsiniz də. Bəzən aralanmaq istəyirsiniz ki, 1 saatda olsa, belə deyək ki, təbii bir nəfəs almaq istəyirsiniz. Bəzən elmə o qədər insanlar belə deyək mübtəla olurlar ki, həddən artıq bir növ içdə insanın psixologiyasına şey yaradır, bir iz qoyur. Bir dərinlik qoyur və insanı asıllıq yaradır. Qopa bilmir həmin məqamlarda. O nöqtələrdə belə deyək ki, dərsinizi yetəri qədər oxumusunuzsa, özünüzü məcbur edin, içdən belə deyək ki, bir təmiz hava almağa çalışın və yaxud da ki, sizə müsbət enerji ötürəcək bir rəfiqənizlə söhbətə qapılın və söhbət də eləyin ki, bu mərhələli şəkildə olsa, İnşallah ki, həyata da keçəcək. Bəzən insanlar tez cavab, belə deyək ki, hər şeyin tez həll olunmasını istəyirlər, amma tez də həll olunmur. Zaman-zaman məsələlər olur ki, bunlar öz həllini tapır. İnşallah ki, bunu zamanla yerinə yetirin, o sizə bir nəticə verəcək. Bir də ki, imtahan həm də az qalıb. Bəli. Adam elə bil ki, imtahana az qaldıqca həyəcan basır. Elə bil ki, ürəyimdə nəsə sıxıntılar var. Elə bil nəsə olduq kimi bir şey oldu. İmtahanı 40 gün qalıb. Elə bil ki, nəsə məni cəlb eləyir özünə. Nəsə məni Təbii sıxır ki, belə. alınmayacaq deyə belə bir şey fikir yaranır. Bəli. Həmin məqamlarda sadəcə içdən özünüzə inandırın, içdən özünüzə bir söz deyin. Mən bu mərhələnin öhdəsindən, imtahanın öhdəsindən gələcəm. Sadə bir cümlədir. Onu deyəcəksiniz, ruhunuz eşidəcək. Ruhun eşitməsi kifayətdir. Kənardan eşitdiyiniz səs-küylər sizi çaşdırmasın. Elə məqamda ancaq inanacağınız tək şey özünüz olsun. Özünüzə nə qədər inanacaqsınızsa, o qədər də həyata keçirəcəksiniz. Əgər özünüzə zərrə qədər inamsız yanaşsanız, o həyatınıza təsir göstərəcək. Elə bu andan başlayın ki, mən bu mərhələnin öhdəsindən gələcəm. Sadə bir cümlədir. İnanın, ruhunuza böyük təsir qoyacaq və siz dəyişəcəksiniz. Yəni buna əmin də ola bilərsiniz. Yenə də deyirəm, həyəcanlanmayın, sadəcə olaraq özünüzə təlqin edin və ki, mən bu mərhələdən keçəcəm. Bu sizi uğura çatdıracaq. Sağ olun məlumatlarınız üçün. Buyurun, buyurun. Sahib bəy, səsinizi açıb sualınızı verə bilərsiniz. Salam olsun hər kəsə. Axşamınız xeyir olsun. Hər vaxtınız. Mənim əsas sualım bu idi ki, siz mənəviyyatı daha çox Tanrının var olmasına bağlamışdınız. Bəli, bəli. Əslində yəni məncə çox yəni mənalıdır, çünki yəni dinlər və yaxud da Tanrı inancı mənəviyyatın əsasını təşkil edir. Lakin yəni sual vermək istərdim ki, sizi Allahın varlığına əmin edən tam olaraq nə idi? Ruhumun iç səsi. Ruhum. Yəni biri var ki, kənardan kimlərsə təlqin eləsin, kənardan eşidib bağlanasan, bu bağlılıq insana bir şey vermir. Amma insan ruhunun iç səsini eşidəndə ki, doğrudan da bir varlıq var. Özü haqqında düşünürsə, doğrudan mən öz başıma yaranmamışam. Mənə bu ağıl, bu qüdrəti, bu gücü, bu şəxsiyyəti kimsə bəxş eləyib. Amma məndən bir tələbi var ki, bütün bu bəxş etdiklərinin hamısını qoruyub saxlamaq. Çünki qoruyub saxladıqca Allah doğrudan da bu nemətin qarşılığında sənə fərqli bir dəyərlər verir və verdiklərinin hamısını da böyüdür. İnsanın şəxsiyyəti, ağlı, düşüncəsi, ruhu böyüməyə meyillidir. Onu belə deyək ki, bir həddə saxlamaq olmaz. Əgər saxladınsa, ya sən kiçiləcəksən, ya da ki, belə deyək ki, Tanrıya qarşı bir inancın da soyuyacaq və Allahdan küsəcəksən. Elə insanın öz iç səsi kifayət edir ki, Allaha rahat şəkildə də bağlansın. Çox sağ olun cavablarınız üçün.
Nərgiz xanım, sualınızı verin zəhmət olmasa. Elvin bəy. Salam, Psixoloji salam. balans, psixoloji balans nə deməkdir? Aydan xan başa düşmədim mən sualı. Yox, necə? Mən də başa düşmədim. Psixoloji balans nə deməkdir? Hə, psixoloji balans. Bayaq qeyd elədik həmin O məsələni. suala cavab Psixoloji verdiniz, bəli. həyatını orta həddə saxlamaq. Yəni nə ifrata, nə təfritə varmamaq. Düşüncəni, həyata yanaşmanı belə deyil. Necə yaşayırsansa, müsbətə doğru dəyişmirsənsə, artıq balansı itirmisən. Müsbətə doğru dəyişmirsənsə, doğrudan da sən həm psixoloji tərəfi qoruyub saxlamısan, həm də ruhu tarazlığı sabit şəkildə saxlamağı bacarmısan. Məncə artıq həm səsli, həm də chatdakı suallar bitdi. Yenə Bəli, elan bəli. verirəm ki, sizin nömrənizi burada qeyd edirəm ki, müəssisəsinə əlaqə saxlaya bilmək üçün. Çox sağ olun İnşallah. Elvin bəy, dəyərli vaxtınızı ayırıb gəldiniz və bu möhtəşəm webinara görə sizə minnətdaram. Var Sağ olun, olasınız sağ bir olun. daha. Var olun. Webinara qatılan hər kəsə minnətdarlığımı bildirirəm. Mən də Fikirlərinizi alaq minnətdaram. Elvin bəy sizin. Mən də dərin təşəkkürümü bildirirəm həm sizə, həm sizi tanıdığıma görə çox xoş oldu mənim üçün və bizi izləyən hər kəsdə bir qüsurumuz oldusa, yenə də üzrxahlıq eləyirəm. İnşallah ki, bacardığımız, bildiyimiz bir fikirləri ərsəyə gətirməkdən çəkinmədik və tövsiyə edirik ki, nəyi ki bilirsinizsə, fikrinizi həmişə aydın ifadə eləməyə də çalışın. Qorxmayın. Yəni o bəzən səhv deməkdən də qorxmayın. Suyu açarsan, bulanlıq gələr, amma ardından təmiz su axar. Yəni qorxmayın heç bir şeydən. Həyatdır. Həyatı sevin, həyatınıza dəyər verin, həyatınızı qiymətləndirin. Çünki sizin həyatdan daha böyük heç nəyiniz yoxdur. Bütün zənginliyiniz elə həyatınızdır. Nələri və kimləri həyatınıza çəkəcəyinizə çox diqqət yetirin və bu diqqət sizdə böyük dəyişiklik yaradacaq və siz kamilləşəcəksiniz. Allah hamınızı qorusun. Bu qədər. Çox sağ olun, minnətdarıq bir daha. Hər kəsin gecəsi xeyrə. Sizin də webinarımız Sağ olun. sonlandı və qatılan hər kəsə təşəkkür edirəm. Sizə də həmçinin minnətdarıq. Sağ Sağ olun. olun. Hələlik. Sağ Sağ olun. olun. Əslində baxın. Bu şeydir. Şuna bakın. Tələsirsən? Hə? Tələsirsən əziz? Söndür, tamam mı?